Salam aleyküm, əziz dostlar. Xoş gördük. Umarım ki, xoş gününüz var. Hava burada çox istidir. Və mən də düzünü axtarsaz çox yorğun idim dünən və İsrail gündə tətil günüm idi məsələn. Kitabı oxumamışdım. Bugün istəyirəm ki, əgər olsa bir səfər oxuyayım, sonra görəyim necə olur. Bir dənə önəmli məsələ kitabı oxumamışdan bax başlayayım. Baxın, hər millət öz millətinin yanında durar. Dünyada siz bir millət görməzsiniz ki, bir ayrı millətin yanında dursun. Farslılar bu günlər görürsünüz ki, pəncişir deyə dururlar onların yanında və hey danışırlar ki, bizim həm zəbanımızdır, dilimizdir, nə bilim, onlardan niyə himayət eləmirik, niyə Əfqanistan, nə bilim, Lobnandan, oradan, buradan himayət elədik, buradan himayət eləmədik. Niyə? Çünki onların dili farsdır, onları fars bilirlər, onları özlərindən bilirlər. Və o halda ki, Əfqanlılar onları özlərindən bilmir, farsları özlərindən bilmirlər. Amma bunu bizə görmürlər. Yəni bizə gələndə deyirlər, yox, siz niyə pan-türk olursunuz? Siz Türkiyədən, Azərbaycandan, Uyğurdan, Əraq türklərindən və Suriyə türklərindən himayət eləyəndə, o halda ki, bizim mali və cani himayətimiz yoxdur, silah himayətimiz yoxdur. Yəni biz sadəcə ruhi bir himayətimiz var. Yəni fəqət duyğusal biz Türkiyənin, Azərbaycanın ya deyək ki, Əraqda yaşayan türklər, Əraqlı türklər, Suriyəli türklərin yanında sadəcə duyğusal dururuq. Amma İranlar silah göndərirlər, pul göndərirlər, sərbaz göndərirlər, amuziş verirlər, ittilaat verirlər, bunlar himayət edirlər. Bu bunu göstərir ki, dostlar, hər kəsən öz millətinin, yəni hər kəsən öz mənfəəti öz qabına çıxır. Qabaq qədimdən deyiblər ki, hər kəsən kasanı öz qabağına tikər, yemağı öz qabağına tikər. Hər kəsən öz millətinin dalıscan olar. Biz də öz millətimiz və Azərbaycan millətinin ha belə türklərin yanında olmamız gərəkir və bu türklüğü örgəşməyimiz gərəkir. Farslar görürsünüz, çox təbii. Çox təbii deyirlər, pənşir bizdəndir. Məsələn, yazırlar ki, Əfqanistan, Taliban İranın asar-ı tarixisini aradan apardı. Biz nə deyirik? Yəni biz əslən bəzən belə nəzər gəlir ki, biz o qədər asimilə, o qədər brainwash olmuşuq, o qədər bizim beynimiz xarablanıb ki, biz əslən bilmirik, biz türküq, türklər var və hamımız türküq. Bizi bölüblər, hər yerdə, dünyada bizi bölüblər. Türkiyəli, Azərbaycan, İran türkü, Rusiya türkü, ora türkü, bura türkü. Bu divarları bizim aramızda çəkiblər ki, rahatca bizi bölə bilsinə və mütəəssifanə bizlər də bunu qəbul eləmişik. Yəni biz türk olaraq, türklər özləri də bunu, hətta Türkiyə öz də bunu qəbul edib. Deyəndə deyir ki, İran türkləri, Əraq türkləri, Suriyə türkləri, Uyğur, Qırğızistan, Türkmənistan filan bunları deyir. Yəni bu çox bir acılı bir şeydir. Hər halda qeydaq kitabımıza və umaram ki, bir gün bizdə bu agahlığa yetişək, amma bu agahlıq elm yolu iləndir. Təəssüfanə ya xoşbəxtana dünya bu elm yolunu gedibdir. Bunları düşünübdür, farslar da düşünüblər, amma biz hələ feylən buna çatmamışıq türk dünyasında. Türklüyün əsasları adlı kitabı oxuyuruq, yazan Ziya Gökalpıdır, 68-ci səhifəni oxuruq. Onun bir sətrin dünən oxumuşduq, indi demək olar birinci paragrafı başlayırıq. Əgər qabaqçı səhifəyə baxsaq, mən oradan bir nöqtə yadımdaydı, onu bəhs eləyəm. Dostlar, bilirsiniz, mən bu birinci kitabdır ki, oxuram. Türkcə, camiə-şünası, tarixi, təhlili də içində olsun. Bu birinci kitabdır oxuram. Bunun üçün də mənə çox ağırdır bu kitab. Bəzən bəzi cümlələri oxuram. Hey buna fikirləşirəm sonra ki, mən orada düz dedim, qələt dedim. Doğru baş düşmüşəm kitabı, yoxsa kitabın mən cümlə quruluşu ilə tanış olmadığım üçün yanlış başa düşürəm.
Bu daimən özümdən soruşuram və bəzən də görürəm ki, ola bilər yanlış demişəm. Hər halda umaram dostlarımız ki, dərin savadları var. Bu kitabları oxuyublar, türkçə onlara rahatdır. Gələrlər meydana və mənim bu əskiklərimi düzəldələr. Buna görə insanlar sadəcə milli zövqləri ilə daddıqları zaman yalnız milli kültürlərinə uyğun əsərlərdən xoşlanırlar. Nəzərə gəlir ki, burada bir type zamanı bir şey düşmüş olubdu, hərf düşmüş olubdu ya. Buna görə insanlar, üstə nə demişdi, indi yadımda deyil, əslində mən qeydim, bir daha arxaya bir baxım görüm ki, nələr var idi, nə demişdik. Mədəniyyətdən danışırdıq, bir millətlər arası mədəniyyət var, bir də bir millətin özünün mədəniyyəti var. Və dedik ki, insanlar bir mədəniyyətdə müştərək ola bilirlər, hətta milli kültürləri və millət olaraq fərqli olsalar. İndi deyir, buna görə insanlar sadəcə olacaq bu, yəni sadəcə yazıbdır, mənim nəzərimə gəlir, sadəcə milli zövqləri dadlıqları zaman. Milli zövq, yəni insanların məsələn deyək ki, bir növ hünərdən xoşları gəlir, bir növ musiqidən çox xoşları gəlir, bir növ düşüncələri var. Məsələn, vətən üçün, millət üçün, xoşbəxtlikdən bir növ düşüncələri var. Dünyada hara çatacaq ondan bir düşüncələri var. Biz qurur-i milli düşüncəsi var. Ki, mütəəssifanə bunlar bizdə yoxdur indilikdə. Yəni bir qurur-i milli Azərbaycan və İranda yaşayan türklərdə yoxdur. Bu indi milli zövqləri dadmaq ki, bilirsiniz, daha biz hər şeyi dadarıq ağzımızla, ruhumuzla da dadarıq. Yəni həmişə hər şeyi biz ağzımızla dadmarıq. Bəzən görərsiniz ki, biz bir adamla ya bir cəmidə xoşlanmırıq oturaq. Çünki onlarda o bizə yaxçı bir hissi vermir. Bu da dadmaqdır. Zövqları dadmaqla, yəni milli zövqü insanların dedim bir ümumi, o Dürkheim'in sözünə yenə qeysaq, o Dürkheim dedi ki, bu kitabda yazdığı kimi dedi ki, bir kollektiv təsvir var, təsəvvür var. Yəni millət bütünlüyündə bir müştərək təsəvvürləri var. Mən türkəm, mən işğaldıyam, mən müstəmirə halındayam, mən yeraltı, yerüstü qaynaqlarım talan olur, mən adam hesab olmuram, mən İranda ən aşağı bir səviyyədəyəm. Bunlar milli təsəvvürdür. İndi deyir ki, bunların içində milli zövqü dadanlar, daddıqları zaman yəni. O zaman ki, biz bir milli zövq dadırıq. İndi bunlar hamısı acılıqlar da mən dedim. Amma bir də mümkün milli zövq olar ki, indi İranda bilmirəm, bizdə var ya yox. Bunu daddığımız zaman, yəni bunu hiss elədiyimiz zaman yalnız milli kültürlərinə uyğun əsərlərdən xoşlanır. Deyir ki, onda yalnız fəqət ərəbcədir, yalnız türkcə, təhcə də onun bir ayrı anlamındadır. Yalnız milli kültürlərinə uyğun əsərlərdən. O şey ki, bizim milli kültürümüzə uyğundur, onlardan xoşlanırıq. Amma indi görürsünüz ki, bizim bəzi adamlarımız, mən hətta öz famililərimizdən görürəm, adam məsələn gəlib Türkiyədə pənahəndə olubdur. Məsələn deyirəm. İndi 1 ildir, 5 aydır, 10 aydır, 2 ildir Türkiyədədir, 5 ildir Türkiyədə hala farsı oxumaq qoyur. Onun milli zövqü yoxdur. Bu istər-istəməz brainwash hala bunun üstündə, farsların sistemi bunun üstündədir. Bunun zövqü İrani zövqüdür, farsı zövqüdür. Görsə adam istəyir gözəl danışa məsələn, ədəbli görsənə, məsələn deyir ki, duset daram. Məsələn farsıca deyir yəni. Güya ki məsələn türkcədə bunu desən pis olar, məsələn ya yaraşmaz, yəni o. Niyə? Çünki bu o qoymayıblar İranda zövqü bunu alsın, bunu dadsın, buna gözəl gəlsin zehnində. İndi bu hər nə mənə gözəllik var, istəyir onu deyə, hər nə mənə də pis bir şey var, onu türkcə deyir. Yəni məsələn istəyir birinə söyüş verə, nənəvi, bacıvı, filanı, bəhmanı qatır bir-birinə. Çünki gəndə bunu bir İranda yaradıblar bu şeyi. Söyüş verəndə gedək türkcə söyüş verək.
Bu da yaradıblar. Fəqət insan hər gün yeməyi yeməkdən usandığı kimi sürəkli eyni türə aid ədəbiyyatdan, eyni muzikdən, eyni memaridən və bənzər qıyda almaqdan da bıxar. Yaxşı, burada da bir neçə imla şeyi görürəm mən, yanlışlığı görürəm, buna görə oxumaqda da adam zorluğa düşür. Deyir ki, fəqət insan, hər insan, cənabız, mən, o, bu, bacımız, qardaşımız, nənəmiz, dədəmiz, hər kəs. Mən dünən 1-2 gün qabaq nənəmlə danışırdım. Elə bu bəhs düşmüşdü ki, məsələn, mən yaşlı adamlarla da belə danışıram, görürəm ki, bunlar farsça danışırlar, türkçəni yaddan çıxadır. Dedi, bala, məsələn, mən kiminlə danışıram, gəlgedim yoxdur ki, elə fəqət televizyona baxıram, televizyonda farsdır da, olan elə onu öyrəşirəm və o mənim zehnimdə təkrar olur. Doğrusu da budur ki, bu qədər gedir qabağa. Onun üçün, indi hər insan, siz, mən, hər kəs, yaşlı, cavan, hər gün yeməyi yeməkdən usandığı kimi, hər gün əgər sizə bir yemək verərlər, hər gün məsələn ət şorbası verərlər, hər gün yumurta verərlər, hər gün pizza verərlər, hər nə mənə istəyirsiniz, pendir çörək verərlər, sizə nə mənə göylü çox istər, onu hər gün və 3 vədə verərlər, məsələn. Ondan nə olarsınız? Usandığı, ondan bezərsiniz. Kimi, sürəkli eyni türə, yəni dalbadal, sürəkli, yəni sürətli, dalbadal, eyni türə, eyni cür, yəni bir cürə aid ədəbiyyatdan, yəni fəqət məsələn aşıq musiqisi deyək, filan şeiri deyək, ya filan musiqini deyək, eyni memari, yəni eyni həman bir növ saxtımanı görsək, nə olar? Onda biz nə olarıq? Bəzər və bənzər qıyda almaqdan, ya hər şeyi qeydə almaq, qeyd olacaq, bu qeydi yazıbdır, qıda, aha, burada qıda, qəza deməkdir. Biz bilirsiniz, Farsın təsirində, Farsın əlifbası bilirsiniz ki, ərəbdən alınmalıdır. 4 dana buna izafə ediblər ki, ərəbdə yoxdur, əlbəttə bəzi ərəblərdə var, bəzilərində yoxdur. Məsələn, Misirdə P var. Amma o birisilərdə bilmirəm, var yox. Məsələn, bu bəzi ərəblərdə dedim, bəzi hərflər var. Amma farslar ərəblərin əlifbasını alıblar, amma onu işlədənmirlər. Məsələn, sılar. 4 dana sı var, məsələn. Zılar. Məsələn, 3-4 dana zı var. Farslar bunları bilmirlər. Amma alıblar. Buradan bilinir ki, özlərinin əlifbası yoxdur. Çünki özlərinin ağzında, boğazlarında, dillərində olmadığı əlifbanı işlədirlər. Məsələn, sad, sin, 3 nöqtəli sin, dəndəli sin. İndi bunların hamısını dəndəli sin kimi deyirlər, sara kimi. Sürəyya da bunlara sara kimidir, sara da sara kimidir, sabın da sara kimidir. Hamısı, bunu görsənir ki, bunların dilləri deyil. Əlifba bunların əlifbası deyil. Çünki onlar eləyə bilmirlər. Məsələn, 3 nöqtəli sığla sad sığının fərqini bilənmirlər. Ya dal zığla, re zığla, dəstəli zığın fərqin, ya zal zığının fərqini bilmirlər. 4 dana zı var. Sadəcə r zı bilirlər. Yenə də bunlar bu dillərində hələ buradan görsən ki, həddəqəl 5 dana ya 6 dana hərfi var ki, bunlar izafidir bunların. Ondan sonra t da bu cürdür. Məsələn, 2 nöqtəli t var, dəstəli t var. Bunlar dəstəli t ilə 2 nöqtəli t-nin fərqini bilmirlər. Bilmədikləri üçün də imlalarını da qələt yazırlar, yazmaqlarını da qələt yazırlar. Çünki bilmirlər. Dillərində yoxdur. Yenə də bunu görsənir ki, bunların əlifbaları yoxdur. Yəni, bunlar çox rahat olardılar ki, məsələn, daha nə mənə var? Deyək ki, əlif ilə eyn. Əlif ilə eynin bunlara heç fərqi yoxdur. Əlif ilə eyn, ikisi də bir deyirlər. Elə deyir ki, ad, ona da deyir ki, ad, məsələn. Yəni, ad o Quranda var, ad-ı Səmud, məsələn. Bir millətin adı da ad. Ya, əmud. Ona əmud da, əlif ilə də əmud deyir, elə eynlə də əmud deyir. Heç fərq eləmir ona, yəni onunki birdir. Məsələn, burada da yenə bəllidir ki, bu adamın, Farsın
Eynə ağzında, boğazında hava ki oradan çıxır bu hava borularında bu böyle ona bir şey gəlişdirməyibdi. Yəni yoxudur. Ya məsələn yenə nə mənə H. H bir neçə dənə H var, bilirsiniz. Həsən H-dir, iki gözlü H-dir, axir H-dir filan. Baxsınız görürsünüz ki, onu E yerinə işlədir. E. Və cəlibdir, E-ə də səsi yoxdur. Ağzın, Farsın çox kəlməsinin E və Ə var və Ö var. Yəni səsli hərflər var da. Amma bunlara əlaməti yoxdur. Yəni bunları kitabətində, yazmağında işlədənmir, səsində var, amma işlədənmir. Niyə? Çünki ərəbin yoxdur. Ərəb bunu səs olaraq işlədir. Çünki ərəb Ə, Ö, E qoyur bunları, zəmmə, püş, filan, fəthə, zəbərzir, püş. Ya bunları qoyur. Amma farslar bunları qoymadıqları üçün oxumaqları da qələtdir. İndi diqqət buyurursunuz. Yəni, bir dənə millətin ən çox işlətdiyi səs Ə, E, Ö. Bunları qoyanmır. Və işlətmədiyi səslər görün nə qədər orada mən indi əlifbadan dedim, bəlkə indi fikirləşsəm daha da olacaqdır. Məsələn, qafla kaf. Caf, üzr istəyirəm. Caf, çeki üstündə nöqtəsi var, bu cafdır. Bir də qaf ki, f kimi yazılır, amma üstünə 2 nöqtə qoyulur. Bu da qıdır. Bunun da fərqini bilmirlər. Qafla kafın fərqini bilmirlər. Məsələn, bir var, deyir ki, ənqur. Ənqur deyir buna. Amma burada qı deyir. Qı, ənqur. Amma qorq. Qorq. Əvvəli qı, axırı qı. Əvvəli qı, axırı qı. Yəni görürsünüz, diqqət buyurun, yəni eləyə bilmir. Qorq, gürcü deyənmir. Gürcü deyənmir. Və bunu göstərir ki, yenə də burada bir şey var. İndi farslar bədbəxtlər. Bu bədbəxt bir millətdir. Yəni o qədər müqəlliddir ki, təqliddən çıxadıb özünə bir, hətta danışdığı ağzın, o səsinə bir, ağzından çıxan səsləri bir əlifba düzəldəməyibdir. Müqəllid millətdir ki, alıbdır sadəcə tuti kimi ərəbdən alıb, o cüsü aparıbdır. İndi, Türkiyədə biz də onlardan keçən 100 ildə məhsul olmuşuq və mütəəssifanə istər-istəməz biz də farslar kimi olmuşuq. Yəni biz məsələn qabaqcan deyirdik ki, cafla qafın fərqini bilirdik. Amma indi bilmirik. İndiki nəsil əslən bilmir, istəmir də bilsin. Çünki fars kimi istir danışa, onun üçün bilmir. Qabaqçı nəsil bilirdi. Məsələn deyir ki, gürcü deyirdi, qorcu demirdi. Məsələn qabləməyə biz elə qabləmə deyirik, amma onlar məsələn c ilə qın fərqini bilə bilmirlər. İndi bizim Türkiyədə bunların fərqini bilirlər. Yəni deyir, bu mənim dilimdən deyir, ərəb dilidir. Mən ərəb dilindən gələnə ərəb kimi deyəcəyəm. Ya siləcəyəm, ya. İndi burada onu mən istədim deyəm. İki getdik, biraz uzun oldu. Bəlkə də faydalı ola ya olmaya bilmirəm. Amma indi bunu deyir. Deyir ki, dedim bəşi qələt yazıbdı, amma sonra gördüm ki, yox. Bunu o anlamda yazıbdı. Biz o şey ki, ğı deyirik. Diqqət buyurun, indi bunu da bəyəxli demədim. Ğı və qı. Bu da bir-biri ilə fərqlidir. Farslar ğı deyənmirlər. Deyirlər əlbəttə, niyə? Çıraq deyir məsələn. Amma çox yerdə işləyən, məsələn deyir ki, qəza. Qəza, yəni yemək da, qəza. Qəza deyir, amma ğı ilə yazır. Qəza deyir, amma ğı ilə yazır. Yəni olur qəza, qəza, qəzacı. Qəza dal zeynəndir. Amma r zeynən deyir. Və bunun mənası ayrıdır. Qəza, yəni savaş. Savaş. Mən qəza yiyirəm, yəni savaş yiyirəm. Bu qədər bir əhməqanə bir vəziyyətə, duruma düşür. İndi, türklər bunu bilirlər. Bunu bildiği üçün gəlib deyir ki, mən bunu, məsələn, yazacağım, qıda. Çünki orada z ki var axirdə, dığa yaxın tələffüz olur. Dığa bənzir. Ona ki, qəda. Bu da, qı da, ğı deməyəcəyəm, qı deyəcəyəm. Olacaq qida.
İndi onu burada mən onu və bənzər qida, yəni yemək. Dedim, o zaman çox türkü danışılmırdı, çox hələ ərəbcədən zaddan danışılır. Onun üçün də yazarımız bu cür gəlir. Amma indi və bənzər qida almaqdan da bıxar. Əgər insan dedim, hər cürə yeməği dalbadal alırsa, mən özüm məsələn çox gec bir çimşiyərəm ya bezərəm bir yeməkdən. Amma bir dənə yeməği 2 gün yesəm də qutuldu getdi mənim işim. Mən normalda sevərəm məsələn bir qəzanı həftədə bir dəfə ya 10 gündə bir dəfə yeyək. Hətta mən Təbrizdə yaşarkən buna görə ki, uşaqlarımın bədəninə hər şey yetişsin, güclü olsunlar. Bir yazı yazmışdım, evdə qoymuşdum. Biz ayda məsələn bəzi yeməği ayda bir dəfə yeyərdik. Yəni düyünü məsələn ayda 5 dəfə, 10 dəfə yeməzdik ki, indi İranda məmulən gündə 4 dəfə, 3 dəfənin deyək ki, bir dəfəsi düyüdür. Yox. Məsələn düyünə çox yesəydik ayda 2 dəfə məsələn. Yəni 90 vədə gəzə yeyəcəyik. Bunun bəllidir, 300 səhərlər yeyirik hər gün. 3-ü nahardır, 3-ü axşamdır. Bunları çox rahatca eləmək olar ki, 90 vədə gəzə yazmaqla, dəyişdirməklə hətta bunları yerlərini dəyişdirməklə çox gözəl 90 vədə gəzə, hərəsin bir vədə, uşaqların da canına hər şey geçsin, çox da bahaya da çıxmasın. Bu o şeydir ki, mən Təbrizdə yaşayarkən bunu görürdüm. İndi hər halda oradan çıxaq eşiyə. Pəs deyir ki, bizim bu yazarımız deyir ki, hər hangi yeməği insan dalbadal yesə, ondan usanar, ondan yorular, ondan bezər. Deyir ki, eyni bu cürsü. Siz hər şeyi, hangi ədəbiyyatı, dedim məsələn, filan şeiri, filan tür şeiri, hər gün görsəz, hər il görsəz, yorularsınız. Eyni muziki, eyni memarlığı, eyni hər şeyi daha ki, görsəz, ondan yorularsınız və bıxarsınız. Bıxmaq, bizim Təbrizdə də işlənər bu. Yəni, yorulub və ondan qaçmaq istərsiniz. Bu nədənlə mədəsinə düşkün olanlar, mənə tay, mədəsinə düşkün, dedik ki, polis düşkün olmamalıdır. Bu dedik, çünki rüşvət məsələsi, düşkünlük rüşvət məsələsidir. Hər şeyə ki, tamah sallaya bilərsiniz, o bir çox deyim belə səbəbdir ki, siz rahatca toğlanasınız və gedərsiniz. Bu nədənlə mədəsinə düşkün olanlar hər gün yeni listələrini dəyişdirdikləri kimi təhzibli adamlar da zaman-zaman başqa kültürlərin çeşniləri ilə ağız dəyişdirməyə gərək duyarlar. Diqqət buyurun, burada bir çeşni dedi. Çeşni, indi məsələn çaşdı da deyirlər, farsıda fikir edirəm. Çeşni ondan gələcəkdir, belə bir sözdür. Bizdə, məsələn, ədviyyələr deyilir ha, İngiliscə spice, istotlar. Ya istotlar əlbəttə fəqət istotlara deyilir. Amma ondan sonra məsələn çoxlu şeylər var ki, biz yeməklara vururuq. Onların adı çeşnidir. Biz onları çeşni deyirik türkcə. Hamısına. Məsələn, diqqət buyurun, nələrə biz çeşni deyirik. Hər nə ki filfil, istot vardır, bunlar çeşnidirlər. İndi bunların yanında məsələn sarıkök də çeşnidir. İndi bunların yanında düyüyə ziriş vurulur. Məsələn, ziriş biz dedik, zəriş deyirik biz türkcə. Bu zəriş çeşnidir. Daha nə vururuq? Məsələn, zirə çeşnidir. Daha nə vururuq? Turşu çeşnidir. Sarımsaq turşusu ya sarımsaq, soğan. Bunlar çeşnidirlər. Yəni o şeylər ki, biz yeməğa vururuq ki, yeməğı daha bizə mətbu eləsin. Bəlkə də biraz çox yeyənlər də çox yesinlər. Bunlara çeşni deyirlər bizdə. Məsələn, göngöyərinti ki, yeyərik, çeşnidirlər. Hətta bizim bir göyümüz vardı, çöldə çıxar, onu dərib yeyərik. Əslən, onun adı çeşnidir. Onu da mən sozuya bənzər. Təbrizdə sozu dediyimiz kəvər deyirik biz. Kəvərə bənzər bir şey var, onun da adı çeşnidir. Hər halda, indi qeydçaq. Deyir ki, dünən danışanda bir milli dedi ki, Fransəlilərin kültür dedikləri sözlər Türkçədə bir cürə görünübdür, onun üçün yanlış məna veribdir. Bunu iki yerə böldü, dedi ki, bir milli kültür anlamındadır, bir də təhzib anlamında. İndi bu iki dananın tozih verirdi, gəldi bura, təhzibi danışır əslində. İndi təhzibdə deyir ki,
Bu nedenle meydəsinə düşkün olan insanlar her gün yeni listelerini, yeni taza listelerini değiştikleri kimi, yani dünənki listi bugün değiştirer, taza bir yemek yer. Değiştikleri kimi listeler, yani o yeməklərin siyahəsi, yazısı, mən gündə nə yiyəcəyəm. Təhzibli, o təhzib dedim o anlamda ki, kültürü təhzib anlamında gələndə, təhzibli adamlar da, onlar ki, savadlı dedim, yüksək savadları vardı və beynəlmiləl öz kültürlərindən başqa ayrı milli kültürlərə də əlaqələri var və onlardan da seçicidirlər. Buna dedik təhzibli insanlar. İndi deyir ki, təhzibli adamlar da zaman, yəni hərdən bir zamandan, məsələn bir adca aralı da, fasilə ərəbcədir. Biz buna türkcə ara deyirik. Ara verdikcə başqa kültürlərin, başqa məsələn deyək ki, ərəb yeməkləri, ərəb geyimi, ərəb məsələn kitabı, ərəb musiqisi, ərəb muziyi, ərəb rəqsi oynamağı, rəqs ərəbcədir, bilirsiniz, farsça deyil, amma bizim üçün də oynamaqdır, türkcə oynamaq deyirik. Hind yeməkləri, Hind musiqisi, Çin musiqisi, Çin yeməği, nəqqaşısı, paltarı, bunlar insanlar, onları ki, multicultural deyirlər bunlara. Multicultural insanlar bunları alırlar ki, dedik bunlara təhzib deyir. İndi bunlara təhzibə indi dünyada multicultural insanlar deyirlər. Yəni onlar ki, bir neçə kultura ya kültürə sahibdirlər. Çeşnilərinə ağız değişdirməyə, çeşni dedik soslar deyək. Sos desək daha yaxşıdır. Çünki əlbəttə sosdan da çox yuxarıdır, amma beləsi bir şey deyək. Ağız değiştirmələrinə, biz bu çeşitli ağzımızı değiştiririk. Gərək duyarlar, yəni bunu duymaq, yəni hiss eləmək. Duyarlıq, duymaq, hiss eləmək. Burada hiss elərsiniz. Əski zamanlarda əsnaf dərnəkləri bəlirli zamanlarda arifanə ziyafətləri yapardılar. Gedir bir dənə misal vurur ki, əsli zamanlarda, indi məsələn bilmirəm neçə 100 il bundan qabaq, ya neçə 50 il bundan qabaq, əsnaf dərnəkləri. Yəni, məsələn, dəmirçilərin bir dərnəyi var idi. Dəmirçilər yığışarlar ildə bir dəfə, 2 dəfə. Məsələn, normalda bizim Güney Azərbaycanda oruçluqda olar. Normalda oruçluqda olardı. İftara salardılar. Məsələn, bunlar dəmirçilər yığışardılar bir yerə, nəccarlar yığışardılar bir yerə. İttihadiyyələr, siniflərin üzvləri də. Normalda bunlar yığışardılar bir yerə. Deyir ki, Türkiyədə buna nə deyir? Deyir ki, əski zamanlarda əsnaf dərnəkləri, dərnək dedik, cəmiyyət, təşkilat. Bəlirli zamanlarda, müşəxxəs, bəlirli yəni müşəxxəs, aydın, bəlli bir zamanlarda, bəllinin elə həman bəlli sözünün qardaşıdır bəlkə də. Bəlirli zamanlarda arifanə ziyafətlər yapardılar. Arifanə, yəni bunlar, dedim, məsələn bizdə oruçluqdur. Arifanə, yəni bu ki, məsələn bir dostluq. Arif, baxın, bizdə bir ayrı anlam veriblər. Təəssüfanə, elə bir adam, bir ruhiyyəsiz adam. Arif, yəni bilən. Arifanə, yəni biləndilik, tanışçılıq. Tanış, pəs arif, tanış olmaq arif. Arifanə, yəni tanışçılıq. Bir dənə, deyərlə, məsələn, yığışmış iftara gəlin, məsələn, filan yerdə oturaq bir şey yiyək. Bu arifanə, həm də ki, dedim, biraz da dinə bağlayanda arifanə deyirdilər. Ziyafət yapardılar. Ziyafət ərəbcə sözdür. Zeyfdəndir, zuyufdandır. Bu qonaq anlamınadır. Arifanə ziyafətlər, yəni qonaqlıqlar ki, arifanə, tanışmaq üçün idi. İndi burada biz din əlavə eləyəndə, məsələn, məhərrəmdə olsa, onlar o cürsü şiəyə aid olar, o birisi oruçluqda olsa, İslama aid olar. Bunlar o cürsü ziyafətlər. Bu kəlmənin əsli hərifanədir. Arifanəni deyir ki, bu əslində mütərcim yazıb bunu. Kuruşu arasında yazıbdır ki, bu kəlmənin, arifanənin əsli ədəbiyyatda, Türk ədəbiyyatında, ehtimalən bu adam mütərcim biləsə eləyibdir. Deyir ki, əsli hərifanədir. Hərif nə məndə? Hirfədəndir. Hirfə. Hirfə də işdir. Hərif, hətta deyir ki, hərif budur, yəni mənim işimdən olmayan birisi.
Məsələn, mən nəccaram, ilmək salanam, dəmirçiyəm. O birisi məsələn mekanikdir, evrəhliyəndir, bənnadır. Ona deyirlər hərif. Hərifanə, yəni o cürsə hərif. Yəni mənim tayımdan deyil. O bir hərif deyir ki, Farsçada bunu çox işlədirlər hər halda. Hərif hirfətdaş. Hirfətdaş yenə bunu türkcədən işlədir. Ərəbcə və türkcə. Ərəb sözündən də hərif, hirfə oradan gəlir. Bilmirəm niyə bizdə yoxmuş, ya cəhətməncə oluymuş. Niyə buna məsələn işdaş demirik, əməkdaş demirik, bilmirəm hər halda. Burada hirfətdaş deyəndə olur o hərifanə. Hərifanın türkcəsinə məsələn hirfətdaş yazıbdır. Cəlibdir ki, nəzərə gəlir mənə soyuqdur deyil. Amma umaram ki, soyuq dəyməmiş olsun. Hirfətdaş, yəni bir işdə müştərək yox. Demək olduğundan arifanə təbiri hirfətdaşcasına bir ziyafət mənası ifadə edər. Hər halda onu dedikdə bu o anlamda gətirir. Burada bir izafi bir söz yoxdur. Hər əsnaf sinf bir sinfə deyər. Əsnaf o sinfidə işləyən adamların hamısına deyilir. Hər əsnaf yəni bir sinfidə işləyənlərin hamısı. Amma hər əsnaf yəni tamam dəmirçilər, baqqallar, qızılçılar, bənnalar, bu cürsür, yəni bu sınıflar. Öz evində ən iyi yapılan yeməyi yapdırır. Qırda və ya bir öd bəlirləşərək bu yeməkləri bərabərcə yeyərdilər. Pəs hər sinfin üzvü, bir üzvü, məsələn mən deyək ki, qazetəçiyəm, dostum da qazetəçidir, o da, bu da. İndi istəyirik filan gün yığışaq bir yemək yeyək. Nə edərlər? Bu indi mütəəssifanə İranda bu yoxdur və bu bahis olur ki, göz çeşmi farsça deyirlər ha. İnsanlar bir-birinin riqabət eləyirlər. O 10 nəfər qonaq çağırmışdı, mən 20 nəfər çağıracağam, o 2 cürə qəza bişirmişdi, yemək bişirmişdi, mən 20 cürə bişirəcəyəm. Bu ortaya düşür. İndi dünyada, Kanadada, Amerikada, Avropada bu var. İndi bunun adını deyərəm yadıma düşdükcə. Ərz eləyim ki, bu bizdə qədim var imiş, mütəəssifanə yığışıbdır. Əlbəttə, indi bəzi yerlərdə qalır. Məsələn, nədir? Allah göstərməsin, birinin ölüsü öləndə normalda deyərdilər ki, ölü evindən məsələn yemək olmaz bir neçə gün. Yaxınlar, famililər bişirərdilər, özləri ilə aparardılar, ölü evində yeyərdilər. Bu dəbinlə farsların radyo televizyonundan gəlməklə bu dəb bizdə dəyişdi. Və bu dəbin yerinə bu gəldi ki, biz indi yemək yeyəndə gedirik, biri öləndə Allah göstərməsin, hamı tökülür orada yemək istəyir. O adamın huşu başında deyil. Və insanlar elə bir ki, məsələn, quzğun tökülübdür, cəmdə üstünə. Bir nəfər ölübdür, indi onun ailəsi bilmir nə var, nə yox, əsən bilmir pulu var ya yox, xəş qoyacaq, qoymayacaq, millət tökülür orada yeməğa. O halda ki, əskidən belə deyildi. Əskidən hər kəs gedəndə onu yeməğin bişirərdi, özü ilə aparardı. Məsələn, qonaq gedirik. İndi beləsi olardı. İndi bunu burada yazır, mən onu oxuyayım, sonra da deyim ki, bizdə necə olardı. Hər əsnaf, hər sinfin bir üzvü öz evində ən iyi yapılan yeməyi yapdırır. Hər nə mənə ki, öz evində ən iyi yemək ki, sevir ya bir başarırlar, onu verərdi, əhliyalı yapardılar. Qırda və ya bir evdə, qır, burada bəlli gəlin, yəni bir yeri ki, məsələn, orada bir iş mərkəzi. Qır ona görə, qırda. Yəni, məsələn, o şirkətin bir yer tutubdur. O əncümən, o millət, o sınf bir yer tutubdur, kirayə eləyibdir, ya düzəldibdir. Orada yığışırlar, otururlar. Oranın adına qır deyir burada. Qırda və ya bir evdə. Yəni, o ev ki, o sınfındır, əncümənin mərkəzi məsələn. Əncümən hər işin bir mərkəzi var orada. Ya da ki, bir dana evdə birləşərək, hamı gələrdi ora, birləşərdilər, yəni toplaşaraq.
Birləşərək burada ittihad anlamında deyil. Onlar zaten ittihadları var. Burada toplaşarak, yəni birləşərək nə demək? Gözəl sözdür. Diqqət buyurun. Hərə bir yoldan gəlir, bir yerdə birləşirlər. O ev, o toplandıkları yer. Çox gözəl sözdür birləşmək əslində. Çünki yollar ayrıdır, amma bir yerə yığışmaq. Birləşərək nə olur? Birləşərək bu yeməkləri hər kəsən gətirərdi, buxçasını açardı, qoyardı orada yerə. Məsələn, bir sırfa salıblar, o sırfanın üstünə qoyardı. İndi, bu tək mən yemağım deyil. Hər kəs bundan yeyərdi, hərə bir qaşıq, mən də o birislərdən, hərə buradan, hər sevdiği yeməkdən 20 dana ailə gəlibdi. Diqqət buyurun. Məsələn, qonaqlarımız indi fikirləyin ki, Təbrizdə, Kətdə, hər yerdə. Allah göstərməsin, bir nəfər ölübdür. İndi 20 nəfər adam gələcək bu günləri Fatihə verə. Hərəsi bir qablama özü ilə qəza gətirir, yemək gətirir. 10 nəfərlik, 5 nəfərlik. Məsələn, bilirik ki, bir istikan 4 dana, bir istikan deyir, 4 nəfəri görər. Məsələn, 2 istikan bişirir, 8 nəfəri görsün. 3 istikan bişirir, 12 nəfəri görsün. Bunun da yanına məsələn deyək, 1 kilo ət qoyur. Bu bir şey eləməz. Məsələn, elə 150 min tümən bu adam evə. Amma o ev sahibi istəyib bu 100 nəfərə yemək verə, gərək 2 milyon, 3 milyon xərcləyə, bəlkə yoxudur. Bunun üçün əskidən belə bir dəbimiz var idi bizim. Ölü yeri 7 gün yemək verməzdi, 7-ci gün yemək verərdi. Bu dəb çox gözəl idi. Bir də ki, axı, insan, dedim də, hər halda onlardan geçək, çox bunları danışmayaq. Deyir ki, bir evdə birləşərək bu yeməkləri bərabərcə, birlikdə, bərabərcə, ərəb, farsça sözdür ehtimalən, bərabər, o bizim türkçəyə də gəlibdir, birlikdə. Burada indi birlikdə yeyərdilər. Kanadada, Amerikada bu gündəlik bir şeydir. Diqqət buyurun, ərz edirəm gündəlik. Yəni, dostlar deyərlər ki, məsələn, filan gün gəlin bizə. O görüm adım onu deyə bilirəm. Adı yadıma düşsə. Çünki bizdə indi 2 ildir buna getmirik. Bu korona olduqdan dolayı 2 ildir buna getmirik. Amma məsələn, dostların biri zəng vurardı, deyərdi ki, utandıq da yoxdur burada. Əsl utanmazlar. Dostlar, biz bu günləri yığışacaq filan kəsgilə, danışmışıq. Hər kəs hər nə gətirsə, gətirsin. İndi, görürsünüz ki, məsələn deyirəm, bizim evdə mənim əski əyalım çox yaxşı ət şorbası bişirər. Çox yaxşı. Yəni, taysız bir şorba bişirər. Biləsi deyim, nənəsi də çox gözəl bir şorba bişirərdi. Ət şorbası. Məsələn, mən normalda deyərəm, ya ət şorbası bişir, ya küftə bişir. Bişirərdi və məsələn, biz ət şorbası ya küftə götürürük. Məsələn, çox da yox. Məsələn, mən 2 kilo ət alıram, özümü deyim, çox yox. Ona indi noxud vurulacaqdı, ya şey vurulacaqdı, çiti lobya vurulacaqdı. Bunlar vurular, hər şey, nə mənə ki vurulacaqdı, o ət bişirəcəkdi, bişirər. Onu biz qablamaya qoyarıq, ağzında buxça ilə bağlarıq, maşını minib gedərik o yerə ki, gedəcəyik ora. İndi ora, məsələn, deyək ki, bir nəfərin doğum günüdür. Ya elə dostlar istəyirlər yığışarlar bir-birinin dövrəsinə, şad olarlar. Əncüməndir. Məsələn, yığışmışıq, bir əncümənimiz vardı, türk dərnəyi vardı, yığışırıq ora. Tamam. İndi hərə bir şey bişirir, aparır ora. Biz də onu, məsələn, aparırıq. İndi biri düyü, 2 nəfər düyü bişirib gətiribdir. Məsələn, bir nəfər bir ayrı cür xuruş bişiribdir. Bir cür, biri məsələn, şirini bişirib gətirib, biri nuşabə alıbdır, biri abzu alıbdır, biri əraq alıbdır. Hər kəs hər nə mənə göylü istəyibdir, özünə istədiyi, ən çox istədiyin və bir də fikir ki, orada az olar. Onu alır, gətirir ora. Hamı qoyar sırfanın ortasına, mizin üstünə. Burada Kanadada sırfa olmadığı üçün mizin üstünə yığarıq. Yaxşı. Hamı bunun ağzını açar. Ondan sonra bunu məsələn bəzəllər. Yəni məsələn xanımlar normalda bu işi görərlər, kişilərin işi deyil. Normalda xanımlar görər. Əlbəttə kişilər də bu işi görərlər. Yəni eybi yoxdur, çox da yaxşıdır. Normalda bəzi kişilər də buna görə ki, deyirlər mən xanımıma köməklik elərəm evdə filan. Bu riyanı elərlər. Gözəl də riyadır. Bu qablamadan o hər nə ki vardı, onu yendirərlər boş qaba ya böyük qablara, onları orada təzyin elərlər, əgər təzyin olmalı olsa. Sonra boş qapıları da qoyarlar yaxınlığa,
hamı düzəndən sonra, hamı gələndən sonra elə gəlməmişdən də adamlar elə görürsən ki, burada tarif də yoxdur. Adamlar başlar, hə, bunu kim bişiribdi, bunu filan kəs bişiribdi, əlləri ağrımasın, götürər bir qaşıq gedər, məsələn o yeməlidir, ondan yeyin, ha. Hamıya deyər ki, filan kəsin yeməyi, məsələn bu şeydir. Məsələn küftə ya ət getsə bizim evdən normalda bu elə əvvəl 10 dəqiqədə qutarar. Çünki həm yeməli olar, həm də ki özünə görə tək olar. Yəni o şey olmaz, çox olmaz. Dostlar görərsiniz ki, hələ bir şey bişiribdi, biri bu cür şirini bişirib. Amma görürsünüz ki, burada indi birdən 50 nəfər adam var, 20 cürə yemək var, 3 cürə, 5 cürə şirini var, 3-4 cürə içmək var. Nə bilim, biri qəhvə alıb, biri Coca-Cola alıb, biri Kanada alıb, biri əraq alıb, biri şərab alıb, hər bir şey alıb, yığıblar orada. Heç kəsə də icbar yoxdur, deməzlər. Məsələn, heç kəs mənə deməzsən əraq iç, qəhvə iç. İçən gedər, içən içməyən də içməz. Bu normalda bizim Kanadada həftədə bir dəfə olardı koronadan qabaq. İndi 2 ildir yoxdur. Çünki yığışmırıq qorxumuzdan. İndi məsələn birinin doğum günü də olsa dəqiqən bu olar. Dəqiqən bu olar. Toyda bu olmaz. Amma məsələn indi deyək ki, dostlarası yığışmışıq, bir dənə konsert qoymuşuq, dostlarası. Konserti qoyan, məsələn deyər ki, $5 nəfərə verəcəksiniz. Bu musiqiçilərə, buranı kirayə eləmişik. Məsələn, buranın bir $5, $10 nəfərə bunun pulu gəlir. Adam başı yox, deyək ki, ev başı. Məsələn, bir evdən 8-i gəlir, bir evdən 2-si gəlir, bir evdən də 1-i gəlir. Amma nəfərə $10 verəndə buranın, məsələn, bir dənə salon kirayə eləmişik. Burada 300 nəfər olacaqdır. Bura kirayə. Musiqiçilər də müftə çalırlar, məsələn. Hamı burada yemağın gətirsin. Hamı yemağı aparar, qoyarlar mizlərinin üstünə. Adamlar orada dolanırlar. Məsələn, mən indi bir dənə getmişəm mizə, heç kəsi tanımıram. Amma orada bir yemək görürəm ki, tamahım düşür. İndi ya rəngi, ya adı, ya məsələn, iyi məni tamaha saldı. Yavaşcana əslən icazə də almazsın. Keçirsən orada qaşıq qoyublar, onu götürürsən, doldurursan, qabığa gedərsən, oturursan mizifin üstündə yeyərsən. Ya elə orada oturursan, yeyərsən, danışarsan, özün mərif elərsən. Mənim adım İnsaf Əli Hidayətdir. Falan yerliyəm, Qəradağlıyam, Təbrizdə gəlmişəm, işim budur, gücüm budur. Bunlar çox da iş üçündür də, çoxu da işdən ötürdür. Yəni adamlar gəlirlər, bir-birlərini işlərini mərif elərlər. Mənim işim budur, sizin bu sahədə işiniz olsa, mən biraz da ucuz sizə işlərəm. Bu, məsələn, gözəl bir şeydir, deyirəm. Bu, qədim türklərdə varmış. İndi Amerikada, Kanadada var. Türkiyədə də bu qədim varmış, adına arifanə ya hərifanə ziyafətlər deyirmişlər. İndi bunu buradan geçirik. Mən biraz bunu tozih verdim. Umaram ki, Azərbaycanda bu gəlsin. Çünki bu, o çeşmi ki deyirlər, ha, bu olmur. Məsələn, diqqət buyurun, bunu nə cür aradan götürək, dostlar. İndi 5 nəfər burada qulaq asır. Fərz buyurun ki, sizin uşağınızın sabahları qızınızın, ya oğlunuzun, ya xanımızın, ya özünüzün, ərizin doğum günüdür. Ya filan kəsin il dönümüdür. Evlənmağın il dönümüdür. Allah göstərməsin, ölübdür birinin il dönümüdür. İndi neyniyək? Biz 5-10 nəfər adam çağıracağıq. Alo, salam aleyküm. Biz filan gün, filan yerdə oturacağıq. Məsələn, filan kəsin ərinin, arvadın, ya mənim dədəmin, nənəmin evlənmək günüdür. Gəlin bizə, amma hər kəsin yemək gətirsin, özü bişirsin, gətirsin. Heç kəsə fişar düşməz. Qab yumaqda fişar düşməz, bişirməkdə fişar düşməz, puluna fişar düşməz. Çünki bir dana buna adam 2 milyon, 3 milyon xərc qoyacaq, ayda 2 milyon bunun gəliridir. Amma biz işləyirik, şad olaq istəmirik ki, birini qəmcin eləyək, birini borca salaq. Eyni toy kimi ki, biz toyda nəmər verərdik, yastama verərdik, ərz eləyim xidmətsə, qız ərə gedir, cahaz görüş aparardıq. İndi nə olub bizə? Nə olub bizə? Biz millət niyə girmişik Fars kültürünə və bu taavun, İslamda adı taavundur. Taavun yəni own kəlməsindəndir. Own yəni bir-birinə kömək, own yəni kömək. Taavun yəni bir-birinə köməklik eləmək. Bu İslamda o var. Biz müsəlman olursaq, şiələrdə yoxdur. Şiədə hər şey qabağına çəkər, özü yeyər. İmamlar da budur. İmam öz qabağına çəkər, imam birinə verməz. Şiə, Fars şiəsi imamından danışır. İslamda oğun var, təavun var. Təavun yəni hamı əlin cibinə uzaldacaq, qoyacaq oraya, yiyəcəklər. Bu görün nə qədər bizim bir-birimizə səmimi elər. Nə qədər kafidir ki, bir dostumuz kafidir. Məsələn, mən üzlüyəm. Deyək ki, mənim çox üzü
üzüm qırmızı deyərik məsələn. Kafidir ki, biri dostlardan deyər ki, dostlar bu həftə yığışacağıq, biri hər kəs bir yemək bişirsin, özü ilə gətirsin. Qurtuldu. Aha, birinci dəfə mümkündür hamı deyər ki, adam məsələn bir şey. Gələn dəfə o da ecr eləyə. Deyəsən ki, qonaq çağıracaqsan, belə çağıracaqsan. 5 nəfər ki, belə elədik, daha diqqət buyurun, bizim şəhrimiz belə olacaq. Və bundan bu üzə biri ölür, Allah görsətməsin, hamı yemağını bişirib gedəcək ora. Orada 50 cürə yemək olacaqdır, ev sahibına zor gəlməyəcək, qonaqlara zor gəlməyəcək. Toyda da bu cür olar, şənliklərdə də. İndi dost görüşləri də beləsi gözəl olar. İndi dost görüşləri, məsələn, biz oxşayacaq bir parçada, bizim məsələn burada Kanadada, o zaman ki korona yox idi, Cuma günləri ki İranda tətildir, bizim burada şənbə ilə yekşənbə tətildir. Şənbə ilə yekşənbə, indi məsələn mən şənbələr işləyirəm, mən özüm, yekşənbələr, qabaqcan günazda işlərkən, məsələn mən şənbələr işlərdim yenə, yekşənbələr bölüşdüm. Mən indi məsələn onlar bir 2012-dən mən şənbələr bu görüşlərə gedənmərəm. Nə deyərəm onlara? Deyərəm ki, siz gedin, biz saat 3-dən o üzə gəlirik. Çünki mən 3-dən Günaz TV-nin ixtiyarında oluram. Sübhdəki başım məşğul olur. 3-dən o üzə. İndi dostlar, normalda biz parça yığışarıq. Yəni evə yığışmarıq. Parçada musiqi alətlərində gətirərlər uşaqlar, dostlar, ya maşını açarıq, zəbti qoyarıq ora, insanlar hər kəsən yemağını gətirər, düzər ora. Biz məngəli də qurarıq, kabab da elə toyuqdan, ətdən, bunlar da kabab elərik, ya məsələn məkə. Məkəni kabab elərik, orada insanlar sübdən axşamacan, məsələn deyəcəklər, güləcəklər, yeyəcəklər, axşam mığ-mığa gələndən sonra daşınacaq evə. İstədim bunu deməklə deyəm ki, dostlar, milli ruhiyyə belə yaranır. Bu bizdən deyil, bu Kanadalılardan. Kanadalıların şirkətləri ildə bir dəfə barbekü qoyarlar. Barbekü yəni kabab. Birdən, indi bu, məsələn, mən əlan bir dana şirkətin həyətindəyəm. Bu şirkətin həyətində, məsələn, görəsi bir dana, ya çadır vurublar çox isti olsa, çadır cıqqılı. Ya da ki, elə orada qoyublar, yemək, işmağı qoyarlar orada. Ərz edeyim xidmətinizə, məmulən bunların böyük yaxcəli var. Çünki işləyənləri çoxdur. Böyük yaxcəllər var, maşınla gələr. Onların içinə yığarlar, bu işməlilər, sayın saxlamalı. Yeməkləri da orada görürsünüz ki, 3-4 nəfər bu günləri işləyəcəklər, iş günləridir. Məsələn, bu günlər, dünənləri Kanadada İsra günü. Doşənbə günü də. Doşənbə günü Kanadada şeydir. Labor Day, xaricilər günü, işçilər günü. Tamam karxanaların hamısı, şirkətlərin hamısı həyətlərində barbekü qoyacaqdılar, dostlar. Ya bir də şirkətin təsis olan günü qoyarlar normalda. Bu 2 dənəni qoyarlar. İnsan orada kabab bişirəcəkdılar, məkə bişirəcəkdılar, nə deyirlər adına, burgerlə çörəkləri dairə belə yumru kəsirlər aradan, əti qoyurlar arasına, orada burger. Onu düzəldəcəkdılar, orada 2-3 nəfər bunu bişirəcəkdir, qalanlar da gəlib yiyəcəklər, güləcəklər, əhliyarlar ilə, həm sonra çıxıb gedəcəklər. Buradan milli ruh çıxar. Milli ruh buradan çıxar. Milli ruhu millətləşmək. İndi siz istəyirsiniz Azərbaycanda belə bir şey ola. Qəşəng məsələn deyirəm, birinin əlindən gəlir. Dedim, 10 dana dostluğa zəh vurursan, deyirsən ki, dostlar, yığışacaq, dostlarınıza deyin yığışaq, amma məsələn, mən 2 kilo ət mən alacağam, 2 kilo sən at, 2 kilo o, 2 kilo o. Görəcəksiniz ki, 20 kilo ət gələcək ora. İndi hər kəs gəlir, gəlsin. Burada türkü danışacaq. Türkü oxunacaq, türkü şey olacaq, türkü kitab deyiləcəkdir. Bir nəfər də orada məsələn bir dənə nağıl deyəcək, ya bir dənə nümayişnamə deyəcək. Görün nə gözəl milli ruhiyyə çıxar. Bunların içindən birləşmək çıxar, etimad çıxar. İndi İran dövləti və farslar gəliblər, bizi bölüblər. Bizim heç birimizin bir-birimizə etimadımız yoxdur. Sən bu bəsit məsələsi ki, girdi ailələrin içinə, ailənin içində belə qorxursan, danışasan ki, bu oğlum ittilatı ola bilər, bu bəsici ola bilər, o qızım o ola bilər, bu ola bilər, qoy mən bunlar. İndi nə mənə, bunlar bizim aramızda bir qorxu yaradıbdır. Biz bir-birimizə etimad eləyəmirik, qorxuruq. İndi nə edəcəksiniz? Dəqiqən elə bu işi görəcəksiniz. Dostlar, gəlin filan gün yığışaq parka, Gülüstan bağına, məhəlləmizdə bir park var, ora. Hər kəsən yediğin, içdiğin, bilsin, bişsin, gətirsin. Burada biz bunu bugün kef eləyəcəyik. Görəcəksiniz ki, insanlar bir-birinə etimad edir, bir-birini tanıyır. Mən bunu, o, onu. İndi burada görəcəksiniz ki, uşaqlarınız mu'tadlarla evlənmirlər. Mu'tadlarla evlənmirlər. Niyə? Görəcəklər ki,
Məsələn, bizim burada bir yaxçı familiyamiz, dostumuz vardı. Salimdir, işləyəndir, az-çox savadı var. Əli işləyəndir, pul qazanır. Niyə getsin bir mutat tanımadığı bir adamla evlənsin ki, bilmir mutatdır, oğrudur, əyridir, ziddi türküdür. Görəcəksiniz ki, ailələrimiz öz içimizdə evləndik, öz tanıdığımız adamlarla təlaq, boşanmaqlar gəldi. Təlaq ərəbcədir, boşanmaq türkcədir. Boşanmaqlar gəldi, sıfıra yetişdi. İnsanlar bir-birləri ilə şad oldular. Biz bunu Təbrizdə də ailəmizlə, dostlarımızla, xəbərnigarlar arasında bunu yaratmışdıq. Çox da gözəl nəticə verirdi, amma sonralar mən çıxdım, gəldim. Hər halda buradan keçək, indi gələk yenə də kitabımıza. Hər millət bu ziyafətə öz kültürünü götürərək bütün millətlərin kültürlərindən zövq alma haqqını qazanır. Diqqət buyurun. İndi bu Kanada dediyim buydu. Kanadada indi görürsünüz bir iş yerində ya dost arası burada məsələn mən oturduğum şəhərdə ki Torontoda adı 120 millətdən 5 il bundan qabaq cəmiyyət var. Cəmiyyət deyəndə yəni 10 min nəfər, 20 min nəfərdən söhbət edirik. Yəni az demirəm. Bu cür 120 millətdən. İndi məsələn siz birdən dost arası deyirsiniz ki, filan yerə yığışacağıq. Görürsünüz ki, bir Çinli gəlibdi, 2 dənə Hindli gəlib, bir dənə Pakistanlı gəlib, bir dənə Əfqanlı gəlib, 5 dənə İranlı gəlib, 5 dənə Fars gəlib, 5 dənə Türk gəlib, 5 dənə Ərəb gəlib. Burada görürsünüz ki, hər kültür, hər kəsin öz kültürünü gətirir. Paltarın geyinib gəlib bura, musiqisini gətirib bura, ərz eləyim xidmətə yemağını gətirib bura, dilini gətirib bura. İndi adamlar burada bir danışırlar. Məsələn, İngilisi danışırıq normalda. Amma görürsən ki, ondan bir kəlmə İngilisi öyrənir. Niyə? Niyə salam? Məsələn, bunu mən öyrəşmişəm Çinli dostumuzdan. Yaxşı, məsələn, Pakistanlılardan mən bir dünya məlumat aldım. Ordu dili nədir? Nadir Şahın yaratdığı bir dildir. Məsələn, bunu indi bizlərdə yoxdur. Amma Hindistan, Pakistan, Əfqanistan və Sri Lankada işlənən bir dildir, müştərək dildir. İngilisi dilindən çox yaygın bir dildir. Nədən ibarətdir? Türkdür, Farsdır, Ərəbdir, İngilisdir və ayrı bir... Hər kəs ki, istəyib danışır, ordu dili əslən beləsi bir dildir. Siz hər bir adamla danışa bilərsiniz. Bir dana hindiliyən kafidir ki, hangi söz ki başarmırsınız, onun bildiğiniz dildə. Ərəbcə bilirsiniz, ərəbcə, türkcə bilirsiniz, türkcə, İngiliscə bilirsiniz, İngiliscə ağzınızdan çıxadasınız, o cümlə ona fəhmli olur. Bunu istəyir bu cümlə desin. Hər millət bu ziyafətə gələn millətlər, yəni o cəmiyyətimizə gələn millətlər öz kültürünü götürərək, öz kültürünü özü ilə gətirir, qoymur ki evində. Məsələn, bir paltarı var giyibdi, bir musiqisi vardı, bir onları yemağının falan, onu özü ilə götürərək bütün millətlərin kültürlərindən zövq alma. İndi burada toplanan tamam millətlərin kültürlərindən zövq alma. Zövq dedik, həm dadmaqdır, həm də keyf. Keyf anlamındadır. Keyf almaq haqqını qazanır. Mən indi burada hər iki millətin hamısının yemağından, içmağından zövqü alıram. Yəni keyfi alıram. Bu qədər var ki, yəni sonucu bu. Ki, yalnız milli kültüründən xoşlanan milli zövq ilə, yabancı kültüründən xoşlanan diş zövqü ilə, xarici zövqü ilə bir-birlərinə qarışdırmamalıdır. Diqqət buyurun. İndi məsələn mən bir dostumuz var idi, getdik, Sri Lankalı. Bunlar əl ilə yemək yeyirlər. Yeməkdən qabaq deyirlər ki, yemək hazır deyən kimi gördük ki, hamı durdu, getdi, əllərini yudu. Bizə gəldi de, siz əllərinizi yumayacaqmısınız? Dedik ki, yuvalım, durduk, getdik, yuduk, utandıq. Gəldik, gördük ki, bunlar əlləri ilə, xuruşu da əlləri ilə götürürlər, tökürlər düyünün üstünə, əlləri ilə belə basırlar, yollar ağızlarına. Bu kültürdür, pisdə deyil, əli ilə yuyur. Bu əli ilə yuyur. Əlinə çox etimadı var, ta qaşıq. Çünki bilir, bax mən bu əlimi yudum, buna zəhər vurulmayıb. Amma o qaşığa bir nəfər zəhər vursa, qoysa ora, mən o qaşığı vursam, yiyəcəm, etimad edirəm. Yiyirəm, amma öz əlimi, buna mənə zəhər qatanmaz, mən gəci yemağa qata. Diqqət buyurursunuz. İndi, mən çalışdım əlimi ilə yiyəm, gördülər olmur, dedim, onlar mənə bir qaşıq verəsiz, işte qaşıq gətirdilər mənə. Biz ailə getmişdik. Mənim ailəm 6 nəfərdir. 6 nəfəri getmişdik. Onlar da 4 nəfər idilər. 4 nəfər idi. Bəli, 2 qızlar var idi. Ərəvət. Biz o kültürdən onu öyrəşdik ki, bu əlinə yemək olar. Biz də qədim əlinə yeyərdik. Hətta mənim biz elə indi də, əlbəttə indi yox. Amma yadıma gəlir bir 20 il bundan qabaq bəlkə ət şorbası yeyəndə
abquş deyil. Abquş ət, biz abquş yemirik. Biz ətin suyun yemirik. Biz ətin özünü yirik. Onun için bizimki şorbadır. Yani bizimkinde əti de yiyərlər, suyu da, adı da ət şorbasıdır. Ətindən şorba. Yani ətin özünü de yirik, onun için şorbadır. Bizim məsələn vardı şorbalarımız çox idi. Türkiyədə çorba deyirlər. Şığın yerinə çıd işlədirlər. Şorba, çorba. Bir yol. İndi biz bunu əlimizlə yiyirdik. Mən yadıma gəlir ki, çörəyi kəsərdilər, atardılar düyünün üstünə ya ətin üstünə, beləsi götürərlər, qoyardılar ağızlarına. Hətta tılka deyərdik. Ətin suyuna da çörək doğrardılar, quru çörək doğrardılar və bunu da yenə quru çörəklə götürərdilər o tıltanı, qoyardılar ağızlarına, yeyərdilər, çox da məzə verərdi. Sarı yağla da bişirərdilər. Və mən də sarı yağın aşiqiyəm. Bunu da deyim dostlar, kökəlmamın da səbəbi sarı yağ yeməkdir. Çünki özüm başarıram onu düzəldəm, nə cür düzəldəm. Onun üçün bizim evdə də daimən sarı yağ olar. Yenə də özümdən danışdım, çıxaq buradan qırağa. Bu qədər var ki, yalnız milli kültüründən xoşlanan, mən milli kültürümdən, Azərbaycan kültüründən xoşlanıram, milli zövq ilə. Burada mənim bir milli zövqüm var, milli kefim var. Kef, məsələn, mən birdən məsələn deyə Xanaraz deyəndə, Araz, Xanaraz, mən başlayıram oynamağa məsələn. Məsələn, burgerlərin haralıdır, dağların maralıdır. Başlayıram oynamağa, keyfi. Yəni, oxumağını oxuyuram. Məsələn, deyək ki, Koroğlunun məsələn, Cəngi Koroğlunu çalanda onun bir kefi var. Yanıq Kərəmi çalanda bir halı ruhiyyə dəyişir, bir ayrı cür olur. Buna deyirlər milli zövq. Mənim bunda bizim bir müştərək milli zövqumuz var. Bayaqları acı milli zövqların acısını saydım ki, nədir? İndi bunlar da deyəndə bunlar milli zövq. Məsələn, bizim hamımız məsələn ət şorbasını sevərik. Məsələn, bizlərdə balıq o ət yeyilməz. Bizlərdə, Güney Azərbaycanda. Çünki balığa əlimiz çatmazdı. Məsələn, düyü bizdə yox idi. Bizdə düyü yerinə əski zamanlarda bulğur yeyərdik. Bulğur da olur Türkiyədə bulğur deyirlər, bizdə bulğur. Biz ayrı şey deyirdik adına, görürüm. Qavırqa bir ayrı bir şeydir. Fikirəm elə bulğur, yox, bulğur demirdik, biz ayrı bir şey deyirdik. Hər halda buğdanı yarma deyirdik adına. Yarma. Biz buğdanı tökərdik, yuvardılar, suda pörtlədərdilər. Əvvəl yuvardılar, sonra suda pörtlədərdilər. Pörtlətməklə müşkilmağın fərqi var. Pörtlətmək budur ki, qoyursunuz o yemək suyun içində qeynir, bir azca qeynir, qoymursunuz çox qeynir. Buna deyirik pörtlətmə. Sonra bunu sərərdilər, gün qabağında quruyərdi. Sonra bunu tökərdilər dəyirman daşına, əl daşına. Onun arasına tökərdilər, bunu un eləməzdilər. Yarma, bəli, yarma ərz elədim. Yarmanı beləsi, əzərdə bu yarma olardı. Bu yarmanı biz neçə cürə yemək bişirərdik? Süddaşla bişirərdik ondan. Çünki dedim, düyü bizdə yox idi o zaman. Bizim məsələn süddaşımız yarma ilə olardı. İndi də elə Türkiyədə yarma ilə süddaş bişirərlər. Birinci ilə də adına pirinci deyirlər. Farsdan getmədi. Dedim, bizdə olmadığı üçün buradan gedibdir. Adı elə birincidir, o gedib ora. Onlarda da birinci deyilir, pirinci deyilir birinci yerinə. Biz orada da işlədirlər. Yəni, yarma iləndir. Biz məsələn yarma ilə daimən məsələn ərişdəni qatardıq bir-birinə, ərişdəni də özümüz kəsərdik. İndi bura makaroni deyirlər. Makaroni həman ərişdədir dostlar, diqqət buyurun. Fəqət makaronini gəliblər dəstgahda kəsirlər. Biz əldə kəsirdik. İndi ona dəstgah düzəldiblər. Elə həman xəmiri düzəldirsən, qoyursan belə əl çərxi ilə, belə fırladırsan, buradan kəsir gəlir aşağıya, olur makaroni deyirlər adına, qurudandan sonra. Bizdə adı rişdədir. Dəqiqən o cür ki, onlar bişirirlər, yeyirlər, biz də o cür bişirib yeyərdik. Onda biz unumuzu ağ eləməzdik. Bu ağ mərizçiliği bizə gəlibdir xaricədən. Biz unumuz, hətta üstünün qabıqları belə çıxardı, kəpək deyərdik adına. Biz o kəpəyi belə bəzən qatardıq, yemağımızı yeyərdik. İndi bilirik ki, o kəpəyi yeməmək nə qədər mərizçilik gətirir. Bizim unumuz qərə olardı. Ona görə də ərişdə dediyimiz şey qərə olardı. Çox yeməli olardı. Mən özüm də hətta bir seri gəlmişdim, Türkiyədə bir 6 ay yaşadım. Anam gəlmişdi. Özüm qəşəng xəmir elədim. Özüm onu əlimlə kəsdim,
orada qurutdum. Ondan sonra da ondan aş bişirdim, ərişli aşı və çox yeməli olar. Yəni bunun dadından doymaq olmaz. Siz makaronda bu keyfi alanmazsınız. Makaron yiyin ki biz o cür ki bişiririk, onu dəqiqən ərişləndə o cür bişirərdik. İndi hamma ağ makaroni, ağ ərişliyə deyirlər makaroni. Bu da o şeydir ki biz eləyə bildik çox rahatlıqsa. Dəstgahı da var, alaq elə öz unumuzu o cür eləyə xeyifdir. Gedək şeydir. Hər halda. Pəs bir milli zövqümüz vardı yeməkdə. Yabancı kültürlərdən. Əgər biz xarici dedim kültürlərdən də bir şey alırıq. Məsələn, əraq içmək bizim kültürümüz deyil. Dostlarım bəzi deyirlər ki, əraq tarixi bir şeydir. Türklərin də var imiş. Amma mən bilmədiyim üçün bizim heç olmasa keçən min ildə kültürümüz olmayıbdı əraq içmək. Onun üçün də məsələn bəziləri içərlər, bəziləri içməzlər. Amma bəzilərinin kültürüdür. Yəni əraq içmək, gündə əraq o abcosun ya, gündə o nə bilim hər nə mənəsin konyakın falanın, indi ruslar məsələn çox ağır bir şey içərlər. Kanadalılar məsələn normalda qırmızı şərab, ağ şərab bunlardan içərlər. Bəzi vaxtlarda abco içərlər. Normal çox abco içərlər, yəni arpa suyu. Məsələn bu xarici zövqüdür da, yəni əraq içmək xarici bir zövqüdür. Onu istiruq alaq. Xarici zövqü bir-birinə qarışdırmamalıdır. Biz bunu qarışdırmamalıyıq ki, məsələn deyirəm, bizim Güney Azərbaycanda zəmini biçəndən sonra bir adam ki zəmisi tez qutardı, o birdən başlardı. Məsələn bir dua oxuyardı. Vardı. Məsələn nə Mustafa salavat, hamı məsələn görərdin dəmisi əkinçilərin hamısı, biçincilərin hamısı bilərdilər ki, filan kəsin zəmisi qutardı salavatdır. Hamı salavat deyərdi. Ondan sonra məsələn bunu bir yemək bişirərdilər. O ev sahibi ya biçin gətirərdilər, şey elərdilər, xərməndə bunu döyərdilər. Döyəndən sonra o buğdanı ki ayırdılar, indi xanım payını verəcəkdilər ya hər kəsin payını verəcəklər. Verəndən sonra özünün payını aparardı, buna bir yemək düzəldərdilər. İndi bu Kanadada bu yemək bu günləri indi məsələn 10-15 günəcən, bir ayacan olacaqdır. Bu yemək fəsli gələcək. Onun məsələn burada deyirlər ona Thanksgiving, şükür bayramı. Şükür bayramı deyirlər. Bizdə də elə bu şükür bayramı dedim o şəkildə vardı. Bir ölü bayramları var. Məsələn bizdə də var. Halva çalarıq, gedərək qəbrin üstünə. Bizdə də var. Bunlar biz onu daha ki inkişaf elətdiriblər, ümumilətdiriblər. İndi biz bura gələndə demirik bu bizim, deyirik bizim buna tay varımızdır. Kanadalılarla oturanda deyirik ki, sizdə Thanksgiving deyirlər, heşlərxan kəsirlər normalda. Bizdə bu məsələn adı budur, zəmini bu zaman qutarandan sonra belə elələr filan. O milli, indi istəyir bunu deyək ki, milli kültürü, milli zövqü dış zövquna ya uluslararası zövquna qatmamalıdır. Qatmaq da ki bilirik da, məsələn hər nəyi ki bir-birinə vuraq, ona deyirlər qatmaq. Avropanın bütün millətlərində gördüyümüz normal örnəyə görə hər millətin əsl sürəkli olan zövqü milli zövqüdür. Dış zövq ancaq ikinci bir dərəcədən qaldığı zaman qəbul edilə bilir. Yazarımız deyir ki, yazarımız hörmətli və mərhum yazarımız deyir ki, Avropa millətləri, Avropanın bütün millətlərindən, tamam Avropada olan millətlər, Rusdan tutmuş, getmiş tava başacan. Ancaq deyir ki, bunların normal örnəyə görə, normal məmuli, deyir ki, yəni biz bir standarda baxaq, ortalamaya baxaq. Nəinki birdən orada bir əcibə bir şey, bir adam görür, onu yox. Ortalama, nümunə örnək ya gördüyümüz normal örnək, yəni nə? Birdən məsələn bəzi adam var ki, şeylə müxalifdir, məsələn deyək. Şükür bayramı ilə müxalifdir. Bəzi adamda bu şükür bayramında əcib bir işlər görər. Nə onu, nə bunu. Ortalama Kanadalı nə iş görər? Ona ortalama deyirik, normal deyirik. Anormallar nədir? O ki, yap aşağıdadır, yap yuxarıdadır. Bunlar anormaldır. Normallar, indi məsələn, deyək ki, yemək məsələn, nə mənədir? Bizim evimizdə bu normaldır. İndi bundan bir yuxarı bir iş görürük, bir aşağı bir iş görürük. Bunlar bizim budcamızdan çıxır işi. İndi deyir ki, normal örnəyə görə, örnək nümunə. Normal da dedik məmuli, təbii, orta nümunəyə görə, nümunəyə nə deyək? Türkçədə deyirlər ki, hər təlistdən bir yumuruq.
fikir edirəm belədir zərbül. Məsələn, hər təlisdən bir yumruq, ya hər çuvaldan bir yumruq. Ya hətta bizim şeydən deyərdilər. Bizim babacılın həyətində, həm dədə babamın, həm nənə babamın həyətində şey vardı. Buğdanı üstdən tökərdilər, aşağıdan bir külüfü vardı, dəliyi vardı. O dəliyi parça ilə tutardılar, parça taxardılar ora. Ya daş qoyardılar, ya parçanı qoyardılar, üstündən daş qoyardılar, ağır bir şey ki, heyvanca da onu çıxadıb yeməsin. Onun bir adı var idi. İndi yadımdan çıxdı. Məsələn, həvasım getdi, onun adına heç şey də yadımdan çıxdı. Hər halda, deyir ki, ondan da deyərlər bir yumruq. Yəni, əli salardın, onun içində bir yumruq götürərdin, baxardın o buğdaya, deyərdin, bu buğda, mən bu buğdanı alıram. Çünki onu qatmaq olmazdı. İçində daşı, çıngılı, hər nəyi olsaydı, orada bəlli olardı ki, bu qərəcə, içində məsələn, qərəcə daşılıbdır, buğdası, arpası var, buğdası var. Bunları oradan bilərdim. Buna bir yumruq deyərdik hər halda. Normal belə bir şey, nümunə belə bir şey olacaqdı. Hər təlisdən ya hər çuvaldan, onun da adı yadıma düşər, deyərəm. Bir yumruq. Kəndi, sağ ol, kəndi, yaşa, yaşa. Bəli, adına kəndi deyərdik. Kəndidən bir yumruq. Bu zərbül məsələ idi. Farslar bunu deyiblər nə mənə? Moş nümunəyi xərbar əst. Farslar belə deyiblər. Biz də deyib ki, çuvaldan bir yumruq. Yəni, nümunə. Nümunə beləsi. Millətin, hər millətin əsil sürəkli olan zoğu, hər millətin əsil ki, dedik, yəni kökü olan, zoğlu, köklü, tarixli olan zoğu, milli zoğudur. O milli zoğudur. Məsələn, bizdə ət şorbası milli zoğudur. Bizdə rəqs, fərdi rəqslər, milli zoğudur. Bizdə yanıq kərəm, cəngi köroğlu, bunlar milli zoğudur. Dış zoğ, indi məsələn, əraq içmək, deyək. Məsələn, göbək rəqsi. Məsələn, deyək, baba kərəm. Bunlar bizim deyil, bunlar dışdır. Onlardan biri ləzzət aparsa, keyf aparsa, o dış zoğ. Dış zoğ, yəni xarici, bicanə. Bicanə zoğu. Ancaq ikinci bir dərəcədə, bu ikinci dış zoğ ikinci dərəcədə qaldığı zaman, çünki biz bundan yaşamarıq ki, bu hərdən biri olur, qutulur gedər. Qaldığı zaman qəbul edilə bilir. İkinci dərəcədə olsa deyir qəbul elə xarici. Həmişə biz, normalda da budur, dünyanın hər yerində də budur. Məsələn deyirəm, mən Azərbaycan türkiyəm, mütəəssifanə şiiyəm, umaram ki, şiəlikdən çıxam, sünniliğə keçəm, bundan da özümlə savaşıram, umaram inşallah gedəm Türkiyəyə və sünniləşəm. Gedəm orada rəsmən sünniyyət çevirirəm. Çünki mən bilirsiniz, bir zaman ateist idim, bunu deyim sizə. Danışqaha gedəndən sonra yavaş-yavaş mən ateist oldum, indi də ateist yaşıram. Namaz qılmıram, buna görə deyirəm. Namaz qılmıram, oruç tutmuram, xums vermirəm, zəkat vermirəm, Məkkəyə getmirəm. Mənim nəzərimə, diqqət buyurun, bunu mən Günas TV-də 2013-də demişəm. Hər millətin bir qıblası var. Hər millətin. Müqəddəs bir yeri var. Və hər millət bir şeyə başını qoyur. Müsəlman millətlərdən danışıram. Yerə, torpağa. Təhcə milləti ki, qıblası Farsistandır, biz türklərik. Onlar Məşəddən bizə torpaq gətirirlər. Ət torpağı, adına deyirlər mühür. Məşəd torpağı. İmam Rızanın qəbrini qazmırlar. Dağlardan, bəlli deyil, hangi dağdan kim işəmiş, sıçmış torpağı, mundar torpağı gətirirlər, möhür ki elirlər, qoyurlar, bişirirlər. Bir belə torpağı, 50 girəm torpağı satırlar 2000 dolar, 5000 tümənə, 20 tümənə, 100 min tümənə. Kərpicin biri Təbrizdə neçədir? Yax 1000 tümən. Kərpicin biri Təbrizdə neçədir? Ət torpağı şey Eynalıda var. Deyək biri 1000 tümən. 1000 tümən kərpici siz möhrə çevirsəz, neçə dana möhür olar? Deyək o 20 dana. 20 dana möhür birin satın 5000 tüməndən görün nə pul qazanarsınız. Farslar eyni halda torpağınızı, müqəddəs torpağınızı, basmırsınız. Gedirsiniz Farsların torpağına alın basırsınız.
Yəni bu qədər bədbəxt bir millət olmuşuq biz ki, özümüzün torpağımız ola ki, daha istəmirsən deyəsən İmam Hüseyin get götür öz torpağı, Qəradağdan torpağı götür, Qırmızı Bağdan torpağı götür, oradan torpaq hər yerdə var. Götür bunu, bişir, üstünə də ya Hüseyin möhrü vur, ya Ali möhrü vur, Təbriz şiəsi, Türk şiəsi möhrün vur ora, başvurdu qoy ki, namazı qıl. Lağəl öz torpağı, bil ki, bu mənim torpağımdır axı. Axı sən öz torpağına başı ver. Sən Fars torpağına yox. Xoş bu torpağa başına gedər ona qurban olar. Öz torpağına başına eybəyən öz torpağına qurban olmaz. Qutardır etdi. Hə, mən niyə şiə olacağam? Ateistdən çıxacağam, ateistdən çıxmayacağam. Zahirən mən ateist yaşıram. Çünki o şeylər ki, deyirlər, ona etimadım yoxdur. O Allah ki, onlar deyirlər, onu qəbul eləmirəm. O Quran ki, deyirlər, onu qəbul eləmirəm. O təfsir ki, deyirlər, onu qəbul eləmirəm. O imam ki, deyirlər, onu qəbul eləmirəm. O qibla ki, deyirlər, onu qəbul eləmirəm. Tutuldu, mən hər şeyini qəbul eləmirəm. Tamam, mən onda öz millətimə lağəl öz şeyimə xidmət eləyim. Mənim millətimin dini dəyişməli, məzhəbi, dini yox. Dini İslamdır, məzhəbin dəyişməlidir, qeytməlidir dədələrinin, babalarının dininə. Dədələrinin, babalarının dini Şafii, Həmbəli idi, biz də qeydib Şafii, Həmbəli olmalıyıq. Əgər istiruq müsəlman olaq. Müsəlman olmuruq ayrı bir şey. Ondan sözüm yox. Amma istiruq müsəlman olaq, Fars şiəsi olmayacaq. Fars şiəsi üzrüstəm çox bir fahişəxanadır. Ərəbcə adı fahişədir, Türkcə qəhvə. Bir qəhvəxanadır. Bu da ədəblik yoxdur. Baxın, fahişə deyəndə ədəbli görsənmirəm. Elə həman işin adı fahişəxanadır, ərəbcə, Türkcədə qəhvəxanadır. Həman işdir. Amma bizə deyirik, bəlkə birinin mənasını bilməyəndə ədəbli danışırıq. Yox, mənasını bilməyəndə bilmirsən nə danışırsan. Onun üçün mən bəzən ədəbsiz görünürsüz, bu ədəbsiz deyil. Dilimizi danışmaq. Hər halda, əski Osmanlı həyatında isə iş belə deyildi. Əski Osmanlı dövründə, Atatürkdən öncəki zamanda, Osmanlı həyatında, yaşamında, həyat, yaşam. Həyat ərəbcə sözdür, dirilik anlamındadır. Osmanlıda dirilik zaman, yəni yaşamda, biz buna düşünürsək yaşam deyirik. Yaşam isə o dövrdə yaşamdığımızda isə əgər anlamındadır. İş belə deyildi. İş burada iş anlamındadır, dış deyil, işdir. İş belə deyildi. Yəni bu ki biz xaricilərin zoğun, milli zoğun öz zoğumuz görməyək. İkinci dərəcədə olsun. Deyir, belə deyildi. Görək nə cür idi. Yüksək təbəqədən dış zoğ əsil və sürəkli zoğ halını almışdır. Deyir, yüksək təbəqə. Dedik, kimlər? Yüksək təhsilat almış, idarədə işləyən insanlar. Bunlar yüksək təbəqədən dış zoğ. Bunlardan deyirdi, bunların içində dış zoğ, xarici zoğ. Avropayı yaşamaq İranda da bu cürdür, indi də bu cürdür İranda. İranda iftixar budur ki, məsələn, mən bir pizza yeyirəm, pizza, diş soğuk. Coca-Cola içirəm, diş soğuk. Ərz eləyim xidmətinizə, kravat vururam, diş soğuk. Mən vururam bunu, diş soğuk hesab olur. Ərz eləyim xidmətinizə, əraq içmək, diş soğuk. Göbək rəqsi, diş soğuk. Baba Kərəm, diş soğuk. Bunlar dış soğukdur. Mütəəssifanə bizim indi, mən daha qalanı saymıram. Çünki saysam çox pis görünər. Görünər ki, mən hər şeyi, onun üçün bunu saymıram. Hər halda, yüksək təbəqədən dış zoğ, əsil və sürəkli zoğ halını almışdır. Deyir ki, xarici, dış zoğ, yəni xarici zoğ, Osmanlı dövründə, indi də İranda, milli zoğun yerini almışdır. Sürəkli, yəni sürətlə. Yəni biz daimən onları yaşırdıq. Onların filminə baxırıq, onların rəqsinə qulaq asırıq, onların oxumaqlarını oxuruq, onların oxumaqlarını yayırıq. Bunların hamısı, baxın görün ki, bizim xüsusən musiqi zoğumuz mütəəssifanə Azərbaycan və Türk zoğu deyil. Türk zoğu deyil, baxın, fəqət Təbrizdə aşıqdır, ya Qəradağdakı aşıqları demirəm. Bizim Türk dünyasında yüzlərcə musiqimiz var. Türk dünyası deyirəm, Türk. Siz yüzlərcə musiqiyə qulaq asa bilərsiniz. Məzhəbi musiqidən tutmuş, getmiş ta rock, nə bilim, nə hamısı. Bu səbəblə ki, ədəbiyyatımız, məzərət istəyirəm, bir sətr atdım. Milli zoğu gəlincə, yəni milli zoğda istəsək danışaq. İkinci dərəcədə dəyərən
dəyərdən belə yoxsun buraxılmışdır. Deyir ki, milli zövqü Osmanlı dövründə, milli zövqü gəlincə, yəni Osmanlı dövründə milli zövqə təvəccüh eləsək, ikinci dərəcədə dəyərdən belə yoxsul buraxılmışdır, ötürülmüşdür. Yəni, milli zövqümüz ikinci dərəcəyə və yoxsun, fəqir buraxılmışdır. Mütəəssifanə, indi güney Azərbaycanda biz yoxsun vəziyyətdə yaşayırıq. Bizim yeməklərimizin, giyməklərimizin, oxumaqlarımızın musiqi daxil, kitablarımızın, o oxumaqlarımızı deyirdim, əvvəl iradəm oydu, sonra musiqi dedim daxil, kitablarımızı oxumaqların, film və sinema, teatr və musiqi, yemək və içmək və danışmaq zövqü. Danışmaq özü zövqüdür. Cümləni qurmaq zövqü belə bizimki farslaşıbdır. Bu səbəblə ki, ədəbiyyatımız əcəm zövqünün, tənzimat ədəbiyyatı da fransız zövqünün ürünlərindən ibarət qaldı. O zaman bunu düşünüblər, biz hələ düşünməmişik 100 ildən sonra. Deyir, bu səbəblə, niyə ikinci dərəcə oldu Osmanlı dövründə milli zövqümüz? Deyir, bu səbəblə ki, ədəbiyyat çox şaxələri vardı da, onları, qolları, şaxə farscadır. Qol qanadı çoxdur. Qol qanadları onun müxtəlif yazmaq formularıdır, nəqqaşi formudur, musiqi formudur, oxumaq formudur, şeir formudur. Bunları qabaqcan dediyim üçün əxlaq hətta formu da girə bilər bunun içinə. Ədəbiyyatımız ədəm zövqünün, əcəm farslara deyilir. Əcəm farslara deyilir. Ərəb dilində əcəm farslara deyilir. Və əcəmlər müsəlman hesab olmurlar. Bunu da deyim, artırım. Ərəb sözündə əcəm farslara deyilir və farslar müsəlman hesab olmadıkları üçün əcəm deyilir. Türklərə əcəm deyilmir. Farsların lüğətnaməsinə müraciə eləsəz, deyəcəkdir ki, ərəbdən qeyrisinə əcəm deyilir. Amma siz bir dənə ərəb yazısı görməzsiniz ki, orada deyək, türk əcəmdir. Əcəm fəqət farslara, ixtisasən farslara deyilir. Əgər də türklərə ya ayrı millətlərə deyilirsə, sonradan yaygınlaşıbdır. Əvvəldən belə deyildi. Tənzimat ədəbiyyatı da, pəs ədəbiyyatımız farsdan, əcəmdən təsir aldığı üçün, tənzimat ədəbiyyatı nə demək? Məşrutə dövrünün, məşrutədən öncə, məşrutədən sonra bir neçə il, İranda da bu cürdür, Qacar dövründə də bu cürdür. O dövrdə tənzimat ədəbiyyatı, yəni o dövrdə yaranan ədəbiyyat da fransız, bizdə də dəqiqən Fransadan gəlmədi. Əlbəttə biz Türkiyədən almışıq, yəni Osmanlıdan almışıq. Amma mütəəssifanə ədəbiyyatı Fransadan gəlmədi, Türkiyədən gəlmə deyil. Ədəbiyyat da fransız zövqünün ürünləri, ürün dedik ki, məhsul, tolid, ürünlərindən ibarətdir. Deyir ki, bunların hamısı biz o yaşadığımız onların ibarətdir. Yəni xaricidir. Və indiyə qədər, bu günə qədər, yəni bu günədək bizdə milli bir ədəbiyyat düzəlmədi. Mütəəssifanə bizdə də bu günəcə qədər ki, mən 1400-cü il şəmsi, 2021-ci il miladidir. Mütəəssifanə indiyə qədər bizdə də milli bir ədəbiyyat düzəlmədi. Milli zövqümüz üstündə ədəbiyyatımız yoxdur. Bizim ədəbiyyatımız fars ədəbiyyatından alınmış bir ədəbiyyatdır. Mütəəssifanə farslar ədəbiyyatların ərəbdən alıblar. Ərəblər də Yunandan, Rumdan alıblar. Biz 3-cü dərəcədə farslardan almışıq, əcəmdən almışıq. O halda təhzib belə xəstəliki bir hal aldığı zamanlar zərərli olur. Deyir ki, o halda təhzib, dedik ki, o yüksək savadlı, beynəlmiləl uluslu zövqlu və seçici olan bir şəxsə dedik təhzib, kültürün ikinci anlamında. Deyir, bu adam, bu halda təhzib, yəni o dediyimiz üç şeylə belə xəstəliyi, belə bir xəstəliyi bir hal aldığı zaman, belə bir xəstəliyi aldığı zaman ki, yəni öz milli kültürün unuda,
xarici kültürü, özgənin kültürün, özünün milli kültürü yerinə keçirdə, bu zərərli olur. Biz də indi bu günləri zərərlidir, bunun üçün qutaramırıq farsın əlindən. Çünki həm dinimiz, məzhəbimiz, həm inancımız, həm oxuduğumuz kitablar, həm musiqimiz, həm rəqsimiz, həm şeirimiz, həm kitablarımız, həm romanımız farsların içindən aldığımız üçün. Bir dana önəmli bir cümlə yazıbdı, bunu da deyim. Deyir ki, bir təhzib, yəni mən məsələn, həm məsələn özümü indi deyək, həm Azərbaycan milli kültürü sahibi bilirəm, həm dünya uluslararası kültürlərdən seçiciyəm, bir iddəsini seçmişəm, özümə götürmüşəm və həm də, məsələn, deyək, mənim yüksək savadım var. Məsələn, bir təhsib milli kültürün hüququna uyduğu sürəcə mən əgər normaldır, mən əgər beləsi oldu, bir təhsib milli kültürün hüququna uyduğu sürəcə normaldır. Mən əgər milli kültürün hüququna, qanunlarına, hüquq deyəndə burada qanun olmur, ha. Çünki indi bizim orada qanun yoxdur ki, milli kültürümüzün qanunu yoxdur. Bəlkə hüquq buradan deyəndə, yəni ona inanasan, beləsi deyim. Ona inanasan heç olmasa, uyduğuna, onun üzünə yaşamağa çalışasan, bu sürəcə, yəni bu dövrədə, bu çağda, bu zamanda ki, o cür yaşırsan, bu normaldır. Normal dedik nə mənə? Təbiidir, doğrudur. Milli kültürün haqlarını çeynəməyə başladığı andan etibarən xəstə və sağlıqsız bir təhzib nitəliyi alır. Diqqət buyurun. O ləhzədən ki, mən, İnsaf Əli, milli kültürün haqlarını çeynəməyə başlayam. Çeynəmək yəni dişləyəm atama üzə. Əzəm, ayaq altına salam. O gündən ki, milli kültürün haqlarını, milli kültürün özünün bir haqqı var mənim boynumda. O haqlarını çeynəməyə başlayam, ayaq altına salmağa başladığı zamandan, andan, o ləhzədən, andan andişmaq deyil. Andan yəni o ləhzədən, o saniyədən etibarən, o ləhzədən xəstə və sağlıqsız, xəstə məriz və sağlıqsız, sağlıq bilirik ki, salim olmaq, sağlıqsız, yəni sağlamın əldən vermiş bir təhzib nitəliyinə, bir roşənfikr, bir ziyalı nitəliyinə, aydınlıq, görkəmliyinə düşər, alır. Yəni, nitəlik burada vəziyyət, durum, vəziyyətinə, durumuna düşər. Bu açıqlamalar göstərir ki, türkçülük kozmopolitiklə bağdaşamaz. Bu açıqlamalar, üstdəki açıqlamalar göstərdi ki, türkçülük olmaq, kozmopolit olmaqla cür gəlməz, bağlaşmaz, bağdaşmaz. Bağdaş nə deməkdir? Biz qurmac deyirik da, dörd beləsi oturanda, ha, otururuq yerdə dörd beləsi. Farsda çaharzanu deyirlər. Biz buna bağdaş da deyirik, qurmac da deyirik. İndi, bağdaşmaq olmaz, yəni bununla beləsi oturmaq olmaz. Siz eləyə bilməzsən ki, həm Kanadalı, həm Amerikalı, həm Avropalı, həm Rus, həm Çin, həm Hindili olasan, həm də Azərbaycanlı olasan. Əgər onlar üstün gəlsə Azərbaycanlıda. Göstərir ki, kozmopolit dedikcə cahan vətəni. Mən misallarını da indi vurdum ki, bağdaşmaz. Bunlar bir-biri ilə yola getməz, bağdaşmaz. Bizim ayaqlarımız, baxın, bir-biri ilə bağlaşır. Əgər biri çolaq olsa, bağdaşmaz. Heç bir türkçü kozmopolit olmadığı kimi, heç bir kozmopolit də türkçü olmaz. Xülasə edir sözü. Deyir, heç bir türkçü kozmopolit olmamalıdır. Kozmopolit cahan vətəni. Olmadığı kimi deyir, bir türkçü kozmopolit olmur. Çünki bu türkçülüğə inanır. Türkçü kozmopolit ola bilməz. Heç bir kozmopolit də, o adam da ki, deyir, cahan vətəniyəm, bizim kommunistlərimizə tay ki, pan-farsdılar, pan-iranistdilər, onlar Azərbaycançı olmurlar. Cahan vətən deyirlər, onlar cahan İrandılar, cahan farsdılar. Onlar da, kozmopolitlər də türkçü olanmırlar. Buracan gəldik. İndi, fəqət, türkçülüklə millətlər arasıcılıq arasında uzlaşmaya əngəl heç bir zidlik yoxdur. Diqqət buyurun. Deyir ki, sən eləyə bilərsən, türkçü olasan. Bu türkçülük səni anti-Kanada, ziddi Kanada, ziddi Amerika, ziddi Rus, ziddi Ərəb, ziddi filan etməz. Biz farsların təsirində qalmışıq. İslam dini əleyhinə
bəzilərimiz şey eləyirik. Yox, biz bunu farsların təsirini buraxaq. Yəni şiəlikdən çıxmalıyıq. İndi deyir ki, fəqət türkçülük millətlər arasıcılıq dedik də, məsələn, mən indi Kanadada yaşayıram, həm Kanadalıyam, həm türkçəyəm, türkçüyəm məsələn. Mən indi özüm yavaş-yavaş türkçüləşirəm, hələ türkçü deyiləm. Arasıcılıq, millətlər arasıcılıq arasında uzlaşma, barışma, yola gəlmə, müzakirə, əngəl heç bir zidlik yoxdur. Əngəl mani heç bir zidlik, düşmənlik, müxalifət, qarşı yoxdur. Heç şey qarşı deyil. Yəni sən eləyə bilərsən ki, kozmopolit də olasan, türkçü də olasan. Bunun bir-biri ilə zidliği yoxdur. Hər türkçü eyni zamanda millətlər arasıcıdır. Hər türkçü eyni halda, yəni eyni zamanda ki, mən indi əlan türkçüyəm, millətlər arasında ola bilirəm, cahan vətən də ola bilirəm. Nə cür? Diqqət buyurun. Buna çox zərifdir. Mənim düşüncəm, bu ayrı söz bəlkə dedi, amma mən düşüncəmi deyim. Baxın, biz türkləri bölüblər neçə yerə? Diqqət buyurun. Türkəmən, Qəşqay, Əraq türkü, diqqət eləyin adlara. İran türkü. Şimali Azərbaycan ya Azərbaycan türkü. Türkiyə türkü. Suriyə türkü. Nədir o Yunan cəzirəsinin adını deyirik biz türkü? Qıbrıs türkü. Baxın, Qıbrıs türkü. Türkəmən Sərhəd türkü. Qəzzaqistan türkü. Yəni Qırğız türkü. Türkəmən türkün dedim. Və o birisi türklər. Tatar türkü, Moğol türkü, nə bilim, Məmənə türkü. Bunları türk deyirlər hamısı. Əslində görürsünüz, bizi böldülər. Biz də buna inanırıq, belə deyirik. Burada biz türklükdən, niyə onları deyirlər? Buna görə ki, əslən sən türklükdən çıxadasan. Bu bir dana təbliğatdır. Buna görə ki, biz unudaq ki, Azərbaycan da türkdür, Qəşqay da türkdür, Türkəmən də türkdür, Azərbaycan, Güney Azərbaycan da türkdür, Kuzey Azərbaycan da türkdür, Türkiyə də türkdür, Qıbrıs da türkdür, Türkəmən də türkdür, Qırğız da türkdür, Tatar da türkdür, Uyğur da türkdür. Bunların hamısı. Amma biz bir ulusuq. Biz bir nəcadıq, elə fəqət elə beynəlmiləl, baxın, cahan vətəni olsaq, beynəlmiləlçi olsaq, uluslar arası olsaq, özümüz böyük bir ulusuq. Onun üçün biz olmaz ki, deyək ki, mən ulusçu deyiləm. Diqqət buyurdunuz. Eyni halda ki, biz fəqət savaş zamanıdır ki, o birisi milləti ki, bizlə savaşır, onunla düşmənik. Savaş olmasa, barış içində olsaq, onlarla bizim heç kəslə düşmənçiliyimiz yoxdur. Məsələn, biz farslar, bizim dünyada biz mühüm, Güney Azərbaycandan bir mühüm, İranda yaşayan türklərin bir mühüm, önəmli düşməni var, o da farsdır. Ondan sonra heç millət bizlə düşmən deyil. Ola bilər Kürddən 5-10 nəfər, 5-10 siyasətin, 1-2 hizbin bizlə düşmənçilik olsun. Biz də onlarla düşmən olduq. Amma Kürd milləti bizlə düşmən deyil, biz də Kürd milləti ilə düşmən deyil. Biz Fars milləti ilə düşmən, çünki 100 ildir bizim haqlarımızı aradan aparır, biz düşmən deyilik onlarla. Onlar bizlə düşmən olduqları üçün 100 ildir bizi aradan aparmağa çalışırlar. İndi biz yavaş-yavaş ayrılırıq ki, bizim bir düşmənimiz var, bizi aradan aparır. Niyə biz onunla dost oluruq? Biz hələ bu mərhələyə yetişirik. Biz düşmən mərhələsinə yetişəndə silah götürəcək, Farsla savaşaq. Biz indi Farslarla düşmən mərhələsinə yetişməmişik. Çünki o gün ki, biz inandıq ki, Fars bizim düşmənimizi silah götürəcək. Hələ inanmamışıq. Biz o mərhələyə yetişməmişik. Ayrılmaqda o mərhələyə yetişməmişik, düşmənimizi tanıyaq. Mənə bir zəng vuran oldu və bir Tamam. Çox üzr istəyirəm. Ərz eləyim xidmətinizə ki, mən biraz sürətlə oxuyayım, bəlkə işə çağırarlar. Çox da qalmır əlbəttə, 4 sətr qalır. Qurtarım. Pəs dedi ki, hər türkçü eyni zamanda millətlər arasıcıdır. Yəni, millətlər arasında biz sazman millərə üzvüq, ehtiram qoyuruq, sazman millərin bağlı sazmanlarına qəbul ehtiram qoyuruq. Biz o təşkilatlar ki, uluslar arası işlir, millətlər arası işlir, onların da tərəfdarlıq olardı da üzv oluruq, onlarda da işləyirik, onlarda da fəaliyyət edirik. Məsələn, bizim keçən günlərdə Jalə xanım
Sazman-ı Millətdə bir böyük yer qazandı. Bu bizə böyük fəxrdir, iftixardır. Çünki hər birimiz milli və millətlər arası mədəniyyətdən, digər tərəfdən hər biri özəl və orijinal ləzzətlərin bir dərləməsi olan yüzlərcə başqa milli kültürdən, hisslərimizi almaqdan ibarətdir. Burada bir şey mən fikrim 2 dəfə oxudum ya 2 dəfə yazıbdır. Baxaram indi görürəm bir dəfə. Yox, 2 dəfə yazıbdır. Cümlə 2 dəfə düşübdür. Mən 2 dəfə oxumadım. Çünki hər birimiz, siz və mən, hər birimiz milli və həm milli kültürümüz var, həm millətlər arası mədəniyyətdən. Mədəniyyət dedik da nədir? Hər şey ki tolid olar, bir nəfərin əli ilə ixtira olar və yaradılar və müdiriyyət olur. Buna dedik mədəniyyət. Onun üçün görürük ki, hər şey ki dünyadan bizə gəlibdir, o mədəniyyətdir. Pəs, çünki hər birimiz milli, özümüzün milli, türklərin və millətlər arası mədəniyyətdən bir tərəf, bu bir tərəfdən. Digər tərəfdən, bir ayrı tərəfdən, digər farsdır. Tərəf də ayrı vər, bizdə vər deyirik. Vər tərəfin yerinə, tərəf ərəbcədir. Farsıya da giribdir. Bizdə vərdir. Digər tərəfdən, yəni bir ayrı vərdən hər biri özəl, hər bir mədəniyyətin əsəri ya kültürün özəl və orijinal ləzzətlərin, hər bir yəni orijinal ləzzət, hər şey ləzzət, fikri ləzzət, hünərli ləzzət, yemək ləzzəti, geyim ləzzəti, içmək ləzzəti, dolanmaq ləzzəti, bunlar hamısı ləzzətdir. Özəl dedik məxsus, vicə və orijinal. Orijinal yəni təbii, vaqi'i ləzzətlərin, keyflərin bir dərləməsi. Dəyərləməsidir görən, yoxsa dərləməsi, dərilməkləməsidir. Yəni ondan birini götürmək. Mən bunu bilmirəm. Dərləməsi olan yüzlərcə başqa milli kültürdən bir dərləməsi olan, yenə də haman təkrar edilir. Başqa milli kültürdən hisslərimizi almaqdan ibarətdir. Bəs beləsi olacaqdır. Hər biri özəl və orijinal ləzzətlərin bir dəriləməsi, məncə dərilməsi, yəni biz onu dəririk, qoyuruq ağzımıza. Məsələn, ağaçdan bir şey dəririk. Məsələn, üzüm ilə, alma ilə, tutun və deyək ki, börükcanın dəririk, qoyuruq ağzımıza, dərmə. Bunun bir məzələrinin də fərqi var. Dərməsinin olan yüzlərcə kültürdən hisslərimizi almaqdan ibarətdir. Bəs bu dedik ki, hər tərəfdən biz bunu alırıq. Cümlə təkrar olduğu üçün mən orasını kəsdim. Bəs bir milli kültürümüzdən alırıq, bir də mədəniyyətdən alırıq, bir də hər kültürdən, dedim mən Kanadanı misal verdim ki, hərəsindən bir şey dəririk və yüzlərcə başqa milli kültürdən hisslərimizi almaqdan ibarətdir. Tənzimatdan bəri, tənzimat dedik məşrutənin dövrəsindən, biraz qabaq, biraz dalı. Tənzimatdan bərini işlətdi burada, yəni bu yüzə. Tənzimatdan bəri rəsmən qanunən mənsub olduğumuz, bağlandığımız mədəniyyətə gəlincə, o gündən bu günə olan mədəniyyət, mənsub dedik, bağlı olduğumuz mədəniyyətə gəlincə, bu da Batı mədəniyyətidir. O gündən bu yüzə Batı mədəniyyəti doğrudur. Qanun əsası özü Batı mədəniyyətidir. Qanunlar Batı mədəniyyətidir, polis Batı mədəniyyətidir və bu cüzü. İşte modern topluluğumuz olan bu Batı mədəniyyəti ilə ona aid bütün milli kültürlərdən payımızı almaq üçündür ki, təlif və tərcümə əncüməni üzgün və çeviri əsər haqları qurulu Batı mədəniyyətinin millətlər arası nitəliyində ki, bütün ana kitablarını, otorite tanılan monoqrafları və milli kültürlərin çiçəkləri hökmündə bulunan bütün şah əsərləri dilimizə çevirməyə qərar verdi. Qurtuldu dostlar bu səfə. Əlbəttə o bir səfədə cümlə çox uzundur. 4 səfədir. 4 kəlmədir. 4 sətirdən ibarət bir cümlədir. Məfhum uzun olur. Mütəəssifanə anlaşılmaz olur. Onun üçün dostlar biz qıssa yazmağı çalışaq. İşte indi modern topluluğumuz olan bu Batı mədəniyyəti ilə, işte yəni bu indiki əlan dedi də, məşrutədən bu yüzə yaşadığımız modern topluluğumuzun, topluluq bilirsiniz də toplumdan fərqli oldu.
topluluq bir neçə millətin bir yerə yığışdığı. Ermənisi var, Yəhudisi var, Gürcüsü var, Kürdü var. Bunlar olur topluluq. Toplum olur millət. Topluluğumuzun olan Batı mədəniyyəti ilə, Batı mədəniyyəti də bu Batı mədəniyyətidir. Dünyada da belədir. Biz topluluq deyirik ki, Batı mədəniyyəti topluluğu dedik da onu deyir. Ona aid bütün milli kültürlərdən o Batı mədəniyyətinə aid olan bütün Japon, Çin, İran, Türkiyə, Rusiya, bunlar hamısı Batı mədəniyyəti hesab olur. Ona aid bütün milli kültürlərdən payımızı, özümüzə pay götürürük orada. Almaq üçündür ki, biz deyir onlardan pay alırıq. O oxutuldu. Deyir bunu pay almaq üçün nədir? Təlif və tərcümə əncüməni yaratdıq. Qutuldu, cümlə qutardı, amma uzundur. Mən bunu deyəcəyəm. Mütərzim gəlir ki, özgün və çevri əsər haqları qurulu. Bir dənə qurulubda adı özgün və çevri əsər haqları qurulu. Belə bir, hər halda tərcümə cəmiyyəti qurulubdur. Batı mədəniyyətinin millətlər arası nitəliyindəki, Batı mədəniyyətindən millətlər arası nitəliyindən aydınlıq, roşənlik, vəziyyət, durum. Bütün ana kitablarını, onların bütün ana əsli kitablarını, əsli kitablarını, ana görürsün nə gözəl olur. Əsli sözün yerinə ana işlətdi, gözəldir. Əsli və əsil yerinə ana işlətmək olar bəs. Ana kitablarını otorite tanılan, üstün tanılan kitablar, monoqraflar, yazılmış şeylər, qələmlə yazılmış bir şeylərə monoqraf deyilir. Və milli kültürlərin, onların milli kültürlərin çiçəkləri, onların çiçəkləri, yəni yap güllərin hökmündə bulunan, onların hökmündə bulunan çiçəkləri, hökmündə bulunan şah əsərləri dilimizə çevirmə qərarı verdi. Deyir ki, pəs nə oldu? Beləsi deyir. Deyir, biz o Batı mədəniyyətində yaşadığımız üçün belə qərar verdik ki, onların şah əsərlərini dilimizə çevirək. Əziz dostlar, 69-cu səhifəyə çatdıq. Beləsi burada qutaraq qalsın. Sabah ömür olursa oxuram. İş olmasa bu gün bir səfədə oxuyacağam sonra. Amma iş olursa heç. Feylən sizi Allaha tapşırıram. Sağ qalın, səlamət qalın.